Qarabağ bu meydançada oynayıb. Çempionlar Liqasında bu nəticəni verirsə, bunlar qəhrəmandırlar. Qarabağ çox istədiyi kimi gedirdi oyun. Xeyr, çox da istədiyi kimi getmirdi. Maraqlısı odur ki, İmişlinin X-çisi Qarabağdan çox Daha çox idi. 0-7 idi. Məhçi etimad göstərilməlidir. Klub, komanda işbirliyi davam etməlidir ki, yeni mövsümdə biz iddialı, güclü Neftçi görə bilək. Balanslı bir komanda yaratmaq məqsədi var Vermidovun və mümkün qədər hiss olunur ki, hücum məşqçisidir. İnanın ki, Sambu daha güclü oyunçu olmadı bu 2-3 həftə ərzində və yaxud topla da o qədər güclü deyil. Amma effektivliyi nə qədər çox artdı. Çünki futbol daha bəsitləşdi, daha sadələşdi, daha strukturlaşdı. Abubakar söz vermişdi ki, mən o dirəkləri sındıracağam. Sabaha da yenə də deyirəm, əvvəlki turlarla müqayisədə biraz daha sönük gördüm. Bu Arazdan bilmirsən nə gözləyəsən. Yəni bu Araz bilmirsən nə oynayır. Zirə Avrokuboklar iddiasını hələ də saxlayır. Bu meydanca imkan vermir topla yaxşı oynamağa. Demək olar təhlükəli epizod yox idi. 0,2 x yaradıblar. X-də əsas məsələ buradan vuran kimdir? Buradan vuran Firuzdur yoxsa Messidir? Firuz isə %100 qoldur, Messi vuranda indi ola bilər olsun, ola bilər olmasın belə. Nə desən olar. Hər vaxtınız xeyir, Off-Top efirdədir. Xoş gördük dostlar. Salam, Xoş gördük, salam. Ölkə çempionatında 20-ci turda arxada qaldı. Bu tur məhsuldar keçmədi. Və son illərin ən az qol vurulan çempionatı kimi tarixə düşdü. Çempionatı kimi, turu kimi tarixə düşdü. Mən niyə hər şey təkrarlayır, mən çatdım. Özümə də maraqlı gəldi ki, lazım deyil. Təzə obrazındır da. İşə təzə gələndə müdirin hər dediyini təkrarlayan işçi tipi, bəli. İzlasda. Neçənci ildir gəlmişdin işə? Buradan söhbət gedir. Neysən? Ümumiyyətlə olur elə adamlar, bizim elə şey ehtiyacımızdır. İşdən danışmışkən, biz də keçək İmişlidən danışaq. Keçək işimizə. Qarabağı öz meydanında yox. Keçən dəfə dediyimiz kimi Quba Olimpiya stadionunun tarlasında qəbul edirdi. Bu sözümüzə görə heç kim bizdən inciməsin. Nasıl incimirlər də özləri? İnciyən də yoxdur. Elə oyundan sonra Qurban Qurbanova mətbuat konfransında səsləndiyi fikirlər də düşünürəm ki, bu tarla sözü daha yumşaqdır. Həqiqətən də yəni futbol adına heç yəni yaraşası bir meydan deyil, meydança deyil. Hər halda düşünək ki, kənardan baxan məsələn də Newcastle azarkeşi, biz bundan əvvəl Liverpool demişdik. İndi Newcastle azarkeşdir artıq. Yavaş-yavaş gedir yüzü Paris Saint-Germain-ə ya da kim gələcəksə onu. Görək də. Barcelona da ola bilər yeri gəlmişkən yoxsa? Newcastle keçək. Newcastle, hələ ki Newcastle-dan addım. Kifayətlənir. Newcastle azarkeşi baxacaq ki, komandamızın rəqibi kimdir? Qarabağ. İndi Quba sözü ola bilər ki, bir balaca Kubanın indi ona yaxınlıq gələ bilər. Baxdı oradan. Meydançaya baxanda deyəcək ki, orada bu meydançada, bu Qarabağ üçün də, yəni Qarabağ bu meydançada oynayıb, gəlib bizlə oynayırsa, Çempionlar Liqasında bu nəticəni verirsə, bunlar qəhrəmandırlar. Və sonra baxıb görəcək ki, nəinki Qarabağ, orada digər komandalar da oynayıblar. Onların da vurduğu qollar var, qələbələr var. İmişlinin özü də elə qəhrəmandır ki, qəhrəmandır, həqiqətən qəhrəmandır. Amma ev sahibi kimi məhz İmişli olduğuna görə burada İmişli bəzən anti-qəhrəmana da çevrilə bilir. Ona görə tez bir vaxtda qınaya bilmirik. Tez bir vaxtda İmişlidəki stadionun öz doğma komandasına qovuşmasını arzu edirik. Orada da hansı problemlər var? Mən oradan eşitdiyimə görə falan aprelə, maya ehtimal var ki, artıq doğma meydana qayıtsın da, yəni doğma şəhərə daha səhv etmirəmsə İmişlinin həmin stadionu o vaxtların standartları üçün, hətta müəyyən mənada indiki dövrlə də yəni yaxınlığı var. Yəni sırf Avrokuboklar hədəfləri olan bir komanda üçün nəzərdə tutulmuşdur və bir çox standartlara cavab verdiyi deyilir. Səmimi deyəcəm, həmin stadionda olmamışam, ümumiyyətlə İmişlidə olmamışam ki, o stadiona gedib səfər eləyəm. Amma inşallah bir gün İmişli öz meydanında ölkə çempionatı keçirsə, olmaq istəyirik. Gələk İmişli Qarabağ maçına. Sinenkanın əla oyun nümayiş etdirdiyi daha bir qarşılaşmadır. Həqiqətən də bu qapıçı sözün həqiqi mənasında layiqdir o əlcəklərə, necə deyirlər, o çərçivəyə, o pozisiyaya uyğundur. Bir çox kritik müdaxilələri ilə, qurtarışları ilə demək olar ki, İmişlinin böyük hesablı məğlubiyyətinin qarşısını aldı. Lakin təəssüflər olsun ki, İmişli azarkeşləri adından desək, həmin o buraxılan qolla bir növ komandasını məğlubiyyətinə qarşısını ala bilmədi.
Amma ümumilikdə Sininkanın oyununu çox bəyəndim. Kadinin qırmızı aldığı epizod oyunda ən yadda qalan detallardan biri də buydu. Sadəcə olaraq görə Həqiqətən də yəni kadrlar çox nəsə demək üçün çox çətin idi, bərbad bir vəziyyət idi. Stadiondakı şəraiti də bilmirik ki, çəkiliş qrupası üçün necə ona görə yəni reallıq odur ki, bir azarkeş, bir tamaşaçı ekran qarşısında oturub həmin epizodu izləyəndə yekun qərar verə bilmir. Düşünürəm ki, məncə hakimlər də vara getsəydi eyni çətinliyi yaşayacaqdı. Amma əsas baş hakimin düz gözünün qarşısındaydı. Sadəcə buradakı vəziyyətdə görüşün baş hakiminə inanmaqdan başqa çarəmiz yoxdur. Çünki epizodu da rahat şəkildə izləmək olmur. Və ümumən uzaqdan baxanda da Kadinin hətta formasından dartsalar belə, mane olsalar belə, yəni o bilərəkdən hərəkət görünür. Bəli, bilərəkdən həmin o təcavüzkar protokolda da məhz belə gedir, təcavüzkar davranış. Həmin o toxunuş deməyim, o zərbəni bilərəkdən edir. Ona görə Kadinin qırmızı almasına səbəb olur. Aqressiyasını cəlollaya bilmədi də orada Kadin. Əslində bir növ belə deyim də Kadin adına məyus oldum. Çünki zədədən yeni qayıtmışdı. Oyun praktikası lazım idi ki, formasını bərpa eləsin. Çünki belə deyək də ola bilər idman prinsipləri sarıdan Qarabağın oyunlarının təxirə salınması məsələsi idman cəmiyyətində müzakirə oluna bilər. Fərqli münasibətlə yanaşa bilərlər. Amma sırf ölkə adına Qarabağın Çempionlar Liqasında oyunu, eyni zamanda ölkənin tanıdılması, gələcəkdə növbəti oyunlarda ölkəyə turistlərin cəlb olunması sarıdan bütün bu bir çox idmandan savayı digər komponentləri nəzərə alsaq, düşünürəm ki, Qarabağın Çempionlar Liqasının oyunu və orada Kadinin də payı böyükdür. Düzdür, bu qırmızı vərəq ora təsir etməyəcək, amma düşünürəm əhval-ruhiyyə sarıdan bu bir növ futbolçunun bərpası üçün gözlənilməz bir an idi. Kadi oynamalı idi ki, formasını zamanla bərpa eləsin, qırmızı vərəqə ilə bir növ bu sarıdan axsadı. Negativ məqam idi, mən də razıyam. Əl-xüsusda Kadi üçün yaxşı forma lazım idi indi. Qarabağın o oyun təxirə salınması barədə onu da demək istəyirəm ki, düzdür, bu indi biz başa düşürük ki, Qarabağ bizim ölkəni təmsil edir, yüksək səviyyədə təmsil edir və idman baxımından ola bilsin ki, Neftçidə elə də böyük, belə deyək, obyektiv səbəblər yox idi ki, bu razılaşmasın. Amma mən Qarabağ baxımından demək istəyirəm ki, Qarabağ özü də artıq hazır olmalıdır belə məsələlərə. Yəni növbəti dəfə belə hal ancaq baş verməlidir, yəni fövqəladə halda. Yəni bəlli məsələdir ki, sən daha yüksək çempionatda çıxış edirsən, turnirdə çıxış edirsən, amma ona uyğun da uğur qazanırsan, ona uyğun gəlir qazanırsan və sən hazır olmalısan ki, yəni getdikcə sənin işin çətinləşəcək. Yəni çətin çempionatda çıxış etmək tək hər oyunda, yəni bir oyunçular üçün güclü sınaq deyil də. Həmçinin də bu sənin fərqli istiqamətlərdə çatdırıb-çatdırmamaq da məsələsi var da. Yəni biz dəfələrlə görmüşük ki, məsələn Napoli kimi komanda çempionatda yaxşı çıxış edir, amma heyəti imkan vermir ki, həm də Çempionlar Liqasında da yaxşı çıxış etsin. Inter ötən il çempionluğunu demək olar ki, Çempionlar Liqasındakı mübarizəsində görə də bir növ ikinci oldu. Təxirə salmadılar Interin oyunlarını, liqa oyunlarını. Yəni elə bir məsələ. Mən xatırlamıram, məncə yox. Xatırlamırsın çünki salmadılar. Yəni sözümüz zaten odur ki, bəli, bir tərəfdən ağla batandır, amma digər tərəfdən biz artıq birinci növbədə Qarabağda hazır olmalıdır ki, yəni bundan sonra yəni belə hallar hər dəfə ola bilər. Amma ehtiyac yoxdur axı, təxirə salırlar da oyunu, ona görə. Yox, sadəcə olaraq məncə Qarabağ özü üçün artıq yavaş-yavaş bu variantın, bu opsiyanın olmadığını başa düşəcək. Çünki bundan qabaq bu nadir hallarda olanda hamı başa düşürdü ki, hə, aydın məsələdə burada prioritetlər bəllidir. Amma Qarabağ bundan sonra da Çempionlar Liqasında daha yaxşı mərhələlərdə oynamağı hədəfləyirsə, çempionatda daha rəqabətsal olmağı hədəfləyirsə, yəni Qarabağ nəzərə almalıdır ki, yəni bundan sonra hər dəfə bunu istifadə etməlidir. Burada istəyirəm ki, yəni fikrim yanlış anlaşılmasın. İdman prinsipləri sarıdan mən düşünürəm ki, Neftçi ilə oyunun təxirə salınması təxirə salınmamalı idi. Təkcə çünki bu Qarabağ və Neftçi söhbəti deyil. Çempionlar yarışında Turan da var, Sabah da var, bütün komandalar. Yəni idman prinsipləri sarıdan. Sadəcə olaraq bəzi məsələlərdə idman prinsipi ilə deyil, digər prinsiplər də nəzərə alınır. Burada da düşünürəm ki, bəlkə də ölkənin tanıdılması və digər məsələləri sadalana bilər. İndiki vəziyyətdə isə biz təzədən qayıtmalıyıq, İmişli ilə qarşılaşmaya. Meydançadan dedik, meydança düzdür, çox pisdir, hər dəfə də eyni şey qeyd edilir, amma bu dəfə meydançanın fərqli tərəfdən belə deyək, qeyd eləməyə səbəb var idi. Bu da ki, tribunalar idi. Birinci meydançanı gördüm, biraz tanımadım. Açığı ki, yəni stadionu deyirsən, stadion nəzərdə tutulur. Azarkeşlər gəlmişdi. Azarkeşlərlə tribunalar dolu idi doğrudan da. Yəni ən gözəl tərəfi bu idi ki, mən özüm də baxanda şoka düşdüm ki, xeyli azarkeş var. Hətta mən baxmağa başlayanda fikirləşdim, o bir dənə çox deyilən söz var idi, tamaşaçılar azarkeşlər futbolun bəzəyidir, yaraşıqlıdır. Yəni burada o hiss olunur, çünki bu meydançada bundan qabaq oyunlar heç vaxt belə qıraqdan ən azından vizual olaraq belə pozitiv görsənmir. Düzdür, oyunun keyfiyyəti əsla o deyil idi və bunu da elə bəlkə də ən yaxşı göstərən
iki rəqəm var. 60 neçə faiz topa sahib olmaq da Qarabağda XG-si 0.6-dır. Yəni Qarabağ kimi komanda 60 neçə faiz topa sahib olur, amma demək olar ki, heç 1-ə yaxın XG yarada bilmir. Çünki meydan 0.6 yəni. 0.6. 0.6. Yəni heç bir qola yaxın epizod da yarada bilmir. Çünki oynamaq olmurdu. Meydança çox narahat idi. Yəni topla oynamaq olurdu. Nə də İmişli bəlli məsələdir ki, onsuz da çox vaxt. Qarabağ yenə oynayırdı müəyyən qədər və epizodlar daha sonra oynamaq istənilən halda ötürmə anında topun hərəkətini görürdünüz də. O Super Mario oyununda var idi. Top belə hərəkət eləyir. Ya da bizim o vaxt telefonlarda var idi ilan oyunu. Yadınıza gəlirdi orada. Hə, Snake oyunu var idi. Belə top getdikcə hərəkət eləyir. Elə bilirsən ki, yəni bu futbolda, yəni əgər biz bu gün çempionluq uğrunda artıq, yəni çempionluq və Avrokuboklar uğrunda bu gün, yəni hazırki vəziyyətdə iki komanda sırf çempionluq uğrunda yarışa, finişə daha yaxındır. Bu biri Qarabağda, biri Sabah. Avrokuboklarda biz artıq baxırıq ki, Neftçi də bir balaca reabilitasiya dövrünü keçib toparlanır. Turan da var, Zirədir, Sumqayıt, müəyyən mənada Araz Naxçıvan da yəni bu tur qələbə iddiasını qoydu ortaya. Yəni bizim bu qədər Avrokuboklara çıxmaq üçün komandalarımız mübarizə aparır. Çempionatda biraz əvvəlki illərlə müqayisədə komanda sayında da yəni fərq var. Biraz komandaların güc nisbəti də, gücü də artıb. Amma infrastruktur sarıdan biz hələ də çox ciddi əziyyət çəkirik. Bu nə zamansa həllini tapmalıdır və bu zaman özünü çox gözlətməməlidir, yubanmamalıdır. İmişli Qarabağ oyunu ilə bağlı xüsusi bir məsələ var. Biz Şamaxı ilə oyunda da bunu gördük. Mən bilmirəm, ötən podkastımızda bunu qeyd elədim yoxsa yox. Qalib instinkti deyilən bir şey var. Böyük komandalarda bu olur ki, şərait nə olursa olsun, vəziyyət nə olursa olsun, hansı oyunların gedişatı necədirsə, məsəl üçün Qarabağ çox istədiyi kimi gedirdi oyun. Xeyr, çox da istədiyi kimi getmirdi. Bunun həm obyektiv, həm subyektiv yəqin ki, səbəbləri var, amma nəticəni ala bilmək. Təbii ki, burada uzun illərdir dalbadal çempionluqların da rolu var. Hətta araya bir dəfə Neftçi girdi, ondan sonra yenə ona qədər də dalbadal Qarabağ çempion olurdu. Ondan sonra da artıq 4 il, 5 il dalbadal çempion oldu. Bunun çox böyük rolu var. Bir də ən vacib şey, bunu bir çox futbol mütəxəssislərindən, hətta mən səhv eləmirəmsə bunu bir İtalyan mütəxəssis Arrigo Sacchi mi ya Fabio Capello mu demişdi ki, yəni bir son 15-20 həftəyə giriləndə çempionluq yarışında hansı komandalar ki yarışırlarsa onların heyətini əzbər saya bilirsənsə, zədə və cəza olmadığı müddətcə o komandalar çox böyük üstünlüyü var deməkdir. Məsələn, biz həm Sabahın, həm Qarabağın optimal heyətini çox rahatlıqla saya bilərik. Yəni çox rahatlıqla bilirik ki, zədə və cəza yoxdursa, Qarabağ hansı heyətdən çıxacaq, Sabah hansı heyətdən çıxacaq. Hal-hazırda çempionluq uğrunda yarışan iki komandamız. Bu ikisidir deyə bunları qeyd edirəm və Qarabağda artıq heyəti bəllidir. Qapıda da indi Kohalski yox idi. Bir Buntiçi saya bilərik ki, Buntiçi oynayırdı. Qalan əsas heyət oyunçular hansı ki, kimlər ki oynaya bilər, hamısı meydandaydı və bu da öz sözünü dedi. Çətin olacağını biz keçən dəfə proqnozlaşdırmışdıq. Hətta Teymur xüsusilə qeyd eləmişdi ki, öz aramızda danışanda bilməm, bəlkə də efirdə də demişik, o qədər danışırıq ki, futboldan bilmirəm nəyi efirdə demişik, nəyi efirdə. Sözdə çox görürsünüz bir-birinizi. Mən hər səhər tezdən çox təəssüf ki, bir-birimizi görmək məcburiyyətində. Mən daha çox səhər görürəm. Bir-birimizi çox istəyirik. Məsələ o deyil. Tezdən olmasın, heç olmasın. Məsələ budur. Nəzərə alırıq. Bəli, mütləq şəkildə. Yəni bilirdik, çünki oyun tərzi olaraq indi zarafat bir yana, bilirdik ki, Qarabağ üçün həm meydança amili, qazondan söhbət gedir və İmişlinin oyun tərzinə görə çətin olacaq. Proqnozumuz bu mənada doğruldu. Hətta xal belə ala bilərdi İmişli. Mən düşünürəm ki, burada biraz Almeida, düzdür, artıq 10 nəfər qaldı Qarabağ. 10 nəfər qalandan sonra hesabda da önə keçdi. Orada da çox ciddi müdafiənin mövqe səhvi var idi. Asmada, yəni bir neçə oyunçu içəridə boş idi. Üzr istəyirəm, sözünə qüvvət demək istəyirəm. Çünki dedin ki, İmişlinin şansları da var idi. Mən bir yaxlarım oyunun belə deyək, keyfiyyətinin pis aşağı olduğunu göstərmək üçün Qarabağın XG-sini göstərdim. Amma maraqlısı odur ki, İmişlinin XG-si Qarabağdan çox idi. Daha çox idi. 0.7 idi. Yəni Qarabağda 0.6 idi. 0.1 də olsa daha çox. Bir az da olsa qola sanki daha yaxın İmişli idi. O biraz nə sayılır? Meydançanın qapının yanından keçən daha çox vurduğun qolun vurduğun zərbənin, qapıya çərçivəyə gedən zərbənin qol olma ehtimalını. Yəni bir zərbə fərqlidir də bəli, bir zərbə yox, hardasa bir zərbə olmaq yox, qol olma ehtimalıdır. Bu belə deyək, 1000 zərbə tutaq ki, məsələn mən burdan qapıda ordadır, belə izah eləyə bilmirəm çərçivə və Teymurda qolkiper olduğunu düşünək. Mən burdan zərbə endirirəm, 3 metrdən zərbə endirirəm.
və bütün bu nöqtədən endirilmiş 1000 zərbə götürülür müxtəlif liqalardan. Onların nə qədəri qol olub? O qol olma ehtimalına düşünürəm ki, hesablamada əmsallar da rol oynayır. Burada çox şey rol oynayır. Bəli, bucağın rolu var, epizodun nə qədər qəliz olmasının, epizodun qabağının nə qədər bağlı olmasının, oyunçunun dəngəsinin nə vəziyyətdə olmasının. Hətta ola bilər ki, topun sürəti də müəyyən şey var. XG-də məsələ nədir? XG çox mənim statistikaya münasibətimi bilirsiniz də. XG-dir. Keçən dəfə izah elədim. Backing və impact bu 3 statistika və əsas qoldur da qol. Digər statistikalar məni çox maraqlandırmır çünki orada Sir Alex Fergusonun məşhur ifadəsi yadıma düşür ki, doğrudan da elədir. Sadəcə o XG-də əsas məsələ buradan vuran kimdir? Buradan vuran Firuzdur yoxsa Messidir? Firuz isə %100 qoldur, Messi vuranda indi ola bilər olsun, ola bilər olmasın belə. Nə desən ola bilər. Fərqlər ola bilər. Messi yəqin 50 yaşdan sonraki vaxtın. 70 yaşdan sonra belə Messi daha yaxşı vurar məncə. Yuxuda oyanmış vəziyyətdir. Onda belə daha yaxşı vurar. Bir dənə də məqam deyim ki, yəni belə deyək də ona nisbətən daha rahat da başa düşmək. Penalti həmişə 0.7 XG-dir. Yəni 100 penaltidən 70-i qol olur. Yəni penaltinin qol olmaq penaltinin qol olmaq ehtimalı 70%-dir. Yox, mən XG-nin hesablanma üsulunu bildim. Sadəcə o 0.1-i nəyə əsasən müəyyənləşə bilər? Mən deyim də çox xırdalıq var da orada. Orada çox xırdalıqdır. Yenə deyirəm, hər epizod orada çox ayrı-ayrı hesablanır və epizodlar qıraqdan bir-birinə oxşasa belə olan XG-lərin arasında çox böyük fərq var. Yəni XG anlayışı gələndən sonra heç kim futbol expected goals deməkdir açılışı. Heç kim futbol haqqında deyə bilməz ki, bu XG anlayışı gələndən sonra heç kim futbolda deyə bilməz ki, 11 nəfər oradan, 11 nəfər buradan topu atıb qabağına qaçırır. Artıq elə statistikalar var, keçən dəfə mən danışdım, indi yavaş-yavaş keçirik digər oyuna. Backing və impact. Yəni futbol o qədər mikro taktikalar, mikro strategiyalar, o qədər xırda detallar var, hər şeyin. Yəni biz 10 il əvvəl kimin ağlına gələrdi ki, standart vəziyyət məşqçiləri olacaq komandalarda və bunlar dünyada məşhur insanlara çevrilir. Səhv etmirəmsə, Liverpoolun bir analiz aparan mütəxəssisi var. NASA-da çalışıb əvvəl. Bəli. Komandanın gələcəyi ilə bağlı hansı istiqamətə gedəcəyini, necə, yəni analitikdir və yaxud da ki, analiz aparır. Bilmirəm indi nədir. Hər halda bir off-top da eləyim. Tabii bürclər nəzadlarla deyil yəqin ki. Təbii ki də elmi əsası olur. Bu elmi əsası var. Bir off-top da eləyim. Jürgen Klopp gələndə birinci dəfə məşhur bir surfing idmançısı var dünyada. Yəni 40, 50, 60 metrlik dalğalarda adam surfing eləyir. Onu sırf mentor kimi çağırmışdı kluba ki, stres altında, həmin o təzyiq altında necə soyuqqanlılığı qorumaq olar. Yəni futbol artıq bura gəlib çıxıb. Biz də qazondan danışırıq. Nəysə. Yavaş-yavaş fikrimi yekunlaşdırsam bunu deyə bilərəm ki, bəli, bu çətinliklər hamısı gözlənilirdi, amma yenə deyirəm, böyük komanda, qalib komanda ruhu, o instinkti də biraz işə salaraq layiq olduğu qələbəni qazandı Qarabağ. Daha bir oyunda da görüşün taleyini bir qol həll etdi. Söhbət Zirə Karvan Yevlax maçından gelir. Keçən dəfəsində David Volkov haqqında bəhbəhlə danışdıq və adam haqqını da verir hər oyunda. 3 oyunda dalbadan. 3 oyunda ardıcıl qol vurur. Səhv etmirəmsə Sambuda da eyni vəziyyət, yoxsa Xəyalda? Xəyalda, Sabahda da Xəyalda da elə. Xəyalda son 4 turda 3 qol vurur. Hə, 3 tur. Sambuda 2 oyun ardıcıl, bu oyunda da 2 qol. Xəyalda da ardıcıl, səhv etmirəmsə 3 qol ardıcıldır və elə David Volkovda o zədədən qayıdandan sonra hər 3 oyunda, son 3 oyunda qol vurması, xüsusən də son 2 oyunda qələbə qollarında da, yəni onun payının olması ciddi amildir Zirə üçün. Əslində mən olmayanda, amma Rəşad Sadıqov burada olanda, siz söhbət edəndə də o detal qeyd olunmuşdu. David Volkov kimi təcrübəli bir futbolçunun düşünürəm hər bir məşqçi arzulayır ki, heyətində belə bir futbolçu olsun. Təcrübəsi təcrübə, qol duyumu qol yerində, bitiriciliyi yerində, meydanı görmə qabiliyyəti yerində. Təbii ki, indi qoldan əlavə də çox böyük işlər görür. Topsuz oyunda da toplu oyunda. Yəni meydanda lider keyfiyyətləri David Volkovda var. Bu təkcə bu mövsüm üçün deyil, bundan əvvəlki mövsüm, hətta bundan əvvəl oynadığı komandalarda da o keyfiyyətləri özün bir özə verirdi, ildən elədi üstünə qoyub. Əsas məsələ odur, yaşa dolduqca zədələr xroniki hal almasın və sənin oyununa da mənfi təsir göstərməsin. Bu çox vacib bir detaldır. İndiki vəziyyətdə Volkovun zədədən sonra bu cür sıçrayışla sürət yığması Zirə adına sevindirici bir amildir. Və bir detal da diqqətimi çəkdi. Anatoliy Nuriyevin meydanda biz gördük, Zirənin yeni transferi və onu da düşünürəm ki, fərqli bir rəng qatdı Zirənin oyununa. Əsas məsələ odur ki, Zirə qələbə qazandı. Əslində Karvan Yevlax tam zirzəmidədir. İndiki vəziyyətə görə ölkə çempionatını tərk etmə riskini yaşayır, amma Zirə yuxarılarda, zirvələrdədir və cəmi bir qolla qalib gəlməsi bəlkə də
kənardan təkcə hesaba baxsaq deyərik ki, yəni Zirə daha çox qol vurmalı idi. Amma orada Ceyhun Nuriyevin də epizodu var idi ki, qapıçının yəni yaxşı qurtarışı oldu. Yoxsa tirə dəyən top idi. Ondan əvvəl də elə ki, dirəkdən qayıtdı. Eyni zamanda qapıçının da bir neçə epizodu var idi ki, Karvanın da bir yaxşı epizodu var idi. Var. Əslində epizod sarıdan bol oyundu. Yəni 1-0 hesabını görüb biz deyə bilərik ki, epizodlar bəlkə də az olub, amma xeyr, mənə gəlir ki, hardasa bir elə 3-4 gol izləyə biləcəyimiz epizodlar var idi. Amma futbolun gözəlliyi budur ki, hər hücum, hər epizod qola çevrilmir. İndiki vəziyyətdə Zirə Avrokuboklar iddiasını hələ də saxlayır və hələ də keyfiyyətli oyunçu malik olduğu üçün o intriqanı saxlamağı bacarır, o iddiasını ortaya qoymağı bacarır. Hələ də necə deyirlər, medallar iddiası ortadadır Zirədə. Bu düşünürəm ki, təkcə üçüncülük uğrunda mübarizə aparan digər komandalar deyil, hətta çempionluq uğrunda mübarizə aparan Qarabağı da, Sabahı da ciddi diqqət yetirilməli bir amildir həmin komandalar üçün. Yəni ehtiyat etmək lazımdır Zirədən. Çünki Zirənin medallar uğrunda da mübarizə gedəcəkdir. Gözləmədən badalaq gəlmək xüsusiyyəti var. Torontomuz da diqqət eləməlidir. Ən vacib diqqət eləməli olan komandalardan biri. Bu oyunda yaxşı görsənir. Bayaq dediyimiz söz ki, qıraqdan baxanda epizod çox təhlükəli görsənə bilər, amma XG baxımından onu hesablayanda görsən ki, epizodun təhlükəsi elə də yox idi. Müəyyən səbəblərdən ola bilərdi. Yəni məsafə var, bucaq var, o oyunçunun gücləyi var, qeyri-gücləyi var və s. Yəni nəyə görə deyirəm? Yəni qıraqdan baxanda görsənirdi ki, sanki epizodlar var, amma XG-lərə baxanda əslinə qalsa yəni hər şey çox bərbad idi. Karvanda ümumiyyətlə 0 idi. Mən çoxdan da belə XG görmürdüm. Ümumiyyətlə 0. Halbuki Thiago'nun epizodu təkbətək epizodu. Oxşayırdı. O sən şey desən də deyəsən, Kyle Spence pas verdi. Rovaşata ilə də uzaqlaşdırdı Zirənin oyuncusu qapıcıdan qayıdan topu. Yəni əslində qalsa epizod kimi təhlükəli olmalıdır, amma zərbə kimi təhlükə olmadı. Yəni XG-si yox idi, çünki təhlükəli zərbə yox idi. Yəni 0 Karvanda idi, 0,5-dəki səhv eləmirəmsə ya 6 arası belə Zirədə idi. Yəni təhlükəli demək olar ki, epizod yox idi, amma epizodlar var idi. Yəni təhlükəli zərbələr yox idi. Məsəl üçün Ceyhunun solla vurduğu top hansı ki dirəkdən də Rövlanın cərimə zərbəsindən vurduğu epizod var idi. Məsəl üçün o Rövlanın cərimə zərbəsi çox təhlükəli alındı. Biz baxdıq ki, yəni vizual təhlükəlidir, amma onun XG-si çox deyil. Çünki oradan adətən qol olmamalıdır da normalda. Düzdür, qapıya gedər, təhlükəli olar, qapıçı çıxar. Ümumiyyətlə epizod və XG-ni ayırmaq lazımdır. Bu fərqli bir şeylərdir. Bu fərqli bir şey. Çünki o epizod təhlükəli cərimə zərbəsi deyil. Qol olsa belə, yəni o biraz qəribə olardı. Nəysə artıq Rövlanın bacarığıdır. Aysa onun bacarığıdır, yəni belə deyək də. Deyim ki, sizə Zirə niyyətində kreativ qolları vura bilən futbolçulardan biridir Rövlan. Təkcə özü də Zirədə deyil, bundan əvvəl oynadığı digər komandalarda da fərqli qollar vurmağı, yaxşı reydləri var, keçidləri də var ki, yəni mən bəyənirəm. Razıyam. Belə çox da təhlükəli qol epizodları yox idi, amma mən də birinci növbədə məhz Volkovu qeyd etmək istəyirdim. Çünki həm onun 3 oyunda ard-arda çox vacib qollar vurmasıdır, həm də ki biz ümumiyyətlə bir neçə dəfə burada bu bitiricilik keyfiyyətindən danışmışıq. Haçan ki mən həmişə çalışırdım ki, yəni onu ayrı bir keyfiyyət kimi qırağa çəkək qoyaq. Çünki yəni bu tək futbolun taktiki və yaxud psixiki istedadlarından belə deyək də ümumi bir şey deyil. Bu ayrı bir bacarıqdır. Yəni oyunçu var ki, ötürmədə yaxşıdır, zərbədə də yaxşıdır, driblingdə yaxşıdır, topla yaxşıdır, amma bu bitiricilik, bu sanki biraz həm mental, həm də texniki keyfiyyətlərin qarışığıdır. Yəni bu tək topla bacarıq deyil. Adi zərbə endirə bilən çox oyunçu ola bilər. Məşqdə onun da vura bilər. Amma bitiricilik bir fərqli keyfiyyətdir və o Volkovda var və komandada elə oyunçu çatışmayanda biz gördük ki, Zirə nə qədər əziyyət çəkirdi və nəyə görə deyirəm? Yəni ki, çünki biz Neftçi barədə çox vaxt danışanda məhz bu problemi qeyd edirdik ki, yəni bitiricilik olan oyunçu bu fərqli oyunçudur. Volkov gəlir, nə oyunçu keçmir, nə topu götürüb 30 metrə top aparmır, nə orada oyunçularla belə deyək də çox da birdə mübarizə də aparmır, amma lazım olan məqamda, lazım olan yerdə olub və o keyfiyyətli toxunuşu etmək, bax bu bitirici oyunçunun əsas keyfiyyətidir və onun da komandaya verəcəyi əsas iş o, töhfə odur. İndiki vəziyyətdə düşünürəm ki, David Volkovun qayıdışına hamıdan çox sevinən baş məşqçi Rəşad Sadıqovdur və adamın haqqı da çatır. Yəni qurtarıcı rolundadır hazırda David Volkov Zirə üçün. Və nəzərə almaq lazımdır ki, 6 tur komanda qələbəsizliyi bir seriyası var idi. Ötən tur o seriyanı qırdı, qələbə qazandı və ardıcıl artıq ikinci qələbəsini qazandı. Biz burada da elə Rəşad müəllimlə, Rəşad Sadıqovla danışmışdıq Zirənin baş məşqçisi ilə.
komandanın hansı üzləşdiyi çətinliklər, zədələr, gedən oyunçuların yerini doldura bilmədi komanda müəyyən qədər. Aldığı oyunçulardan məsəl üçün hansı ki Salif Osmanın yerinə düşünərək gətirdiklər bir yatırım transferi idi. Hətta Rəşad Sadıqov özü də dedi ki, menecerlər də eynidir. Batibiyə o da elə oldu ki, yaxşı başlamışdı, sonra zədələndi və bütün bu qədər hücum mənasında xüsusilə problemlərin olduğu bir komandada ən azından ikinci dövrədə, yəni daha doğrusu fasilədən sonra müəyyən qədər Zirədə toparlanış görürük. Çünki Zirənin çox oyun olaraq xüsusilə sabahla oyunlarda biz oyun olaraq əzildiyini dırnaq içərisində gördüyümüz oyunlar olmuş. 0-3 bitdi həmin. Bəli. Yəni hesabdan əlavə oyun olaraq, yəni hətta daha biabırçı vəziyyət yarana bilərdi hesab mənasında, futbol mənasında deyirik. Yəni bəzən olub ki, komandalar böyük hesabla məğlub olublar, amma meydanda o mübarizə davam edib. Zirə sabah oyununda isə Zirə yəni həqiqətən də aciz qalmışdı orada. Yəni bax belə problemlərin fonunda komandanın ən azından bu iki oyunda dalbadal ard-arda qazandığı qələbələr həm turnir cədvəl baxımından, həm biz onu qeyd eləyə bilərik ki, yarış Avrokubok uğrunda yarışında açığı mən Zirənin çempionluq uğrunda yarışa biləcəyini düşünmürəm. Riyazi olaraq təbii şans var, amma heyət olaraq mən Zirənin heyətinin Qarabağdan da, Sabahdan da geri qaldığını düşünürəm. Bir çox, xüsusilə də hücum xəttində. Amma Firuz, burada belə deyim də, sənin dediyinə kiçik bir abzas aşaraq qeyd eləmək istəyirəm. Zirə itirdiyi oyunçuları da bərpa edə bilsəydi və yaxud da bilsəydi. Burada Sumanın gedişindən o mövqeyini doldurmaq baxımından buradan başlasaq da məsələyə, Zirə bu mövsüm heyətində ikincilik uğrunda da rahat, yenə ikincilik uğrunda yaxşı mübarizə apara bilər. Biz burada Teymurla danışmışdıq. Bir dəfə də dedik, sən mən Teymur danışdıq. Çempionluq artıq oyunu bir yerə qədər gətirib, bu heyəti qoyub üstünə əlavə eləməkdən biz tam əksinə oldu. Dəfələrlə demişik. Tam əksinə oldu. Yəni heyət nəinki qorunmadı, heyət zəiflədi. Əslində yaxşı bundan qabaqki heyətin göstərdiyi, yəni o performansı necə bundan zəif heyət göstərsin? Təbii ki, yəni. Amma yəni gəlir əldə etmişdi. Gəlir çox istəyirəm 3 komandanın yarışını görə bilərdik. Əgər Zirə heyəti qoruyub biraz da əlavələr eləsəydi, biz Zirə, Sabah, Qarabağ üçlü mübarizə 1-2 xal fərqlə arada və belə mövsümün əvvəlində Arazın azarkeşləri məncə səndən razı olmayacaqlar. Çünki onlar da əslinə qalsa hər şey düzgün olsun. Yox, Araz Naxçıvanı burada istisna edərəm. Araz Naxçıvanın problemləri uzun illərdə keçən ildəki bəkləntilərdən deyir. Əslində bu il məhz medallar uğrunda Qarabağdır, Sabahdır, Turan Tovuzdur, Zirədir və Neftçi komandasında yəni böyük ümidlər var idi. Neftçidə də biz Samir Abbasovla yeni heyət yığılacaq, nələrsə dəyişəcək. Onsuz da hər mövsüm Neftçi ilə bağlı həmin o ümidlər cücərir, amma sonradan nələrsə yəni yolunda gedir. Nələrsə yığılır, nələrsə yığılmır. Bəli. Amma Zirədə məsələ nə idi? Yəni sən bir futbolçunu, gənc bir oyunçunu yaxşı qiymətə satmışdın. Yəni müəyyən mənada büdcən əl verirdi ki, heyətini daha da yaxşılaşdıra biləsən. Üstəlik, sənin digər komandalar kimi, məsələn, Şamaxı ilə müqayisə eləyək, Kəpəzlə müqayisə eləyək, İmişli, Karvan Yevlaxla müqayisə eləyək ki, bu komandalar təkcə yəni AFFA tərəfindən ödənilən, AFFA-nın ödədiyi pulla, məbləğlə ayaq üstə qalmır. Sənin özünün də sponsorların var. Bir balaca da maliyyəni artırmaq lazım idi, heyəti gücləndirmək lazım idi. Yəni neçə ildə baxırsan belə bir təəssürat yaranır ki, Zirə ancaq 3-cü və ya 2-ci yer üçün mübarizə aparır. Nə vaxta qədər çempionluq da lazımdır. Biz bunları nəzərə alaraq demişdik. Münbit mühit məhz bu mövsümün əvvəli var idi ki, komanda bizim elə ötən mövsümün sonunda danışdırmışdıq da bu söhbəti ki, heyətini gücləndirsə, heyətini qorusa. Mövsümün əvvəlində. Bəli, yox mövsümün sonu idi artıq. Onda çox danışmış. Hə, çox danışmış. Bir neçə bilirsən hansı oyundan sonra olmalıdır. Tofiq Bəhramovda bir heç-heçə qaldıqları oyun oldu ya, ötən mövsüm Zirə ilə Qarabağın. Hatırlayırsınız yəqin. Bəlkə 1-0 deyirsən Qarabağ uddu. Ya 1-0 tutar, ya bir dənə də heç-heçələri olmalıdır. Yəni bax bu oyunlardan birindən sonra danışdıq ki, yox, əksinə 1-1 olmuşdu. Bəli, elə bir şey var idi. Yox, 1-1 bu mövsüm oldu. Bu mövsüm oldu. Axır Tofiqdəki oyundan sonra qərara gəldi. Mənim yaddaşım zəifdir, ona görə məndə fərqlidir. Onda mübahisə eləməyin keçsin söhbəti. Xülasə ötən mövsümün sonunda danışdığımız məsələ bu məsələ idi, amma bu mövsüm təəssüf ki, yolu görmədi. Ancaq Zirə üçün ən yaxşı ehtimal yenə Avrokubok oyunları uğrunda, Avrokuboklara vəsiqə uğrunda oynamaq olacaq. Avrokuboklar iddiasını bir balaca da möhkəmləndirən və eyni zamanda bu ümidləri qış fasiləsindən sonra
cücərdən, Bəli. Neftçi komandasıdır. Məsələ cücərdən. Həqiqətən də cücərdən. Yəni etiraf edək ki, Yox idi elə bir ümid. Ümid yox idi. Xüsusən də sentyabr, oktyabr, noyabr aylarında bu ümidlərin məhv olduğunu, tapdandığını biz gördük. Amma Yuri Vernidubu'nun gəlişindən sonra əslində elə Yuri Vernidubu Neftçini oyuna çıxardığı ilk qarşılaşmada həmin o işarətlər özünü biruzə verdi. Amma fasilə düşünürəm ki, Neftçi komandasının çox dadına yetdi. Vaxtında gəldi və o fasilədə Yuri Vernidubu komandaya öz necə deyirlər, toxunuşlarını etməyi bacardı. İndiki vəziyyətdə də düzdür. Bu müəyyən mənada indi deyə bilərik ki, Kəpəzlə oyunda bu özünü göstərməyəcək. Daha ciddi rəqiblərin özünü göstərə bilər, amma biz elə zirə oyununa götürə bilərik ki, Neftçi hər bir rəqibə görə individual yanaşmağı bacardı. Və zirə ilə necə oynamaq lazımdır, ondan xal necə almaq lazımdır bacardı. Xüsusən də indi xaotik və çətin bir dövründə. Keçid dövrü deyə bilərik də, Neftçi üçün indiki dövrü. Və demək olar ki, bu keçid dövrünü minimum itkilərlə keçmək lazımdır ki, Neftçi bunu yaxşı bacarır. Zirə ilə oyunda xal qazandı, daha sonraki oyunlarda da qələbələrlə həmin o xal ehtiyatını hazırda gəlib çatdırıb. Demək olar ki, yenə də Avrokuboklar iddiasını saxlayır, üçüncülük üçün mübarizəni davam etdirir. Artıq bir oturmuş oyuna doğru addımlar atır. Yəni Vernidubun da artıq müəyyən beynində planlaşdırıldı. Məsələn, yenə Emil Səfərovla oynadı, yenə İmad Farac soldan winger idi. Artıq bilinir ki, istənilən halda bu komandanın əsas nominal formatıdır, Basal Usambudur. Halbuki məsələn Abubakar gələndə başqa şeylər düşünülürdü ki, mən düşünürəm ki, Vernidub daha düzgün olanı edir. Yəni ada yox, meydandakı oyuna yatırım eləmək lazımdır. Yəni bu artıq komandanın bu müəyyən planı, taktikası, məşqçi toxunuşu məsələsidir. Mən bunu Samir müəllim baş məşqçi olanda demişdim ki, mən görmürəm. Ən azından 2-5-6 həftədə dəqiq bilirəm ki, məhz burada bu ifadəni işlətmişdim ki, mən bu komandada məşqçi toxunuşu görmürəm, amma yeni qurulmuş komandada biraz da gözləyək. Sonra biraz da gözlədik, gördük yerə elə bir dəyişən bir şey yox idi və nəticədə məşqçi dəyişdi. Bu mənada Neftçi komandasını mən dünən, daha doğrusu Kəpəzlə oyunda çox bəyəndim. Kifayət qədər komanda epizodlar yaratdı. Yəni 35-40 dənə dirəkdən qayıdan top. Abubakar ümumiyyətlə söz vermişdi ki, mən o dirəkləri sındıracağam. Kifayət qədər. Kəpəzin məncə ən zəif oynadığı oyunlardan biri idi. 2 dirək, 1 tir. Bəli, dirək tir və o epizodlar da var idi. Hələ İmad Faracın və yaxud digər futbolçuların, yəni epizoda çevrilə biləcək epizodlar olur. Səhv qərar, məsəl üçün də o açar ötürməsi dediyimizdə asistdən əvvəlki ötürmələrdə yol verilən səhvlər falan hələ nə qədər yaxşı epizodu beşikdəcə boğdu belə deyə və nəticədə Neftçi daha çox gol vura bilərdi. Sən bunu qazandırıb komandaya görə verdiniz. Sən bunu qazandırıb, yəni Emin artıq daha özünü sərbəst rolda hiss eləyə bilir. Topsuz oyunda ona bir nisbətən nəfəs dərməyə imkan verilib. Həmçinin İmad Faracın solda oynamağı, Emil Səfərov kimi gənc oyuncunu biraz daha fizik, atletik cəhəti nisbətən, fiziki daha doğrusu yaxşı olduğuna görə onu yarım müdafiədə istifadə eləmək olsun. Murada görünür ki, gənc oyunçulara yatırım eləyir, onu oynatmaq olsun. Yəni bu xüsusilə İmad və Səkin cinahından kifayət qədər yaxşı istifadə eləyirlər genişlik anlamında da. Bu onu göstərir ki, Yuri Vernidub meydanda rol bölgüsünü çox düzgün edir. Bu çox vacib bir detal. Teymur bir çox oyunlarda Ştogrinin lazım olaraq lazımı anda bir ona uyğun funksiyanı yükləyərək oyunun strategiyasına uyğun olaraq onu oynatmağa, yəni görünür balanslı bir komanda yaratmaq məqsədi var Vernidubun və mümkün qədər hiss olunur ki, hücum məşqçisidir. Yəni dominant futbol da oynamaq istəyir, amma indi hər halda əldəki heyət, sonradan qoşulub komandaya bütün bunları biz nəzərə almalıyıq. İndi bəlkə də elə oyunçular var, biz bunu çox görmüşük. O əslində onu hər oyun oynadır, amma normalda yayda bəlkə də birinci onu göndərəcək. Belə hallar çox olur. Bəlkə də o mövqedə əlində olan ən yaxşı olur, amma göndərə də bilər. Yəni belə hallar olur. Bura qədər göstərdikləri onun haqqında ancaq müsbət fikirlər səsləyə bilərik və ümid edirik ki, normal şəkildə yayda ondan bir plan qurular və daha yaxşı Neftçi izləyərik gələn mövsüm. Demək olar ki, hər mövsüm Neftçi komandasında illərdir ki, bu mənzərə, bu silsilə şəkildə davam edir. Mövsüm başlayır böyük ümidlərlə. Milan, Fənərbağça, Neftçi. Bu üç komanda eyni aqibəti hər mövsüm yaşayır. Mövsümün əvvəli, yəni avqust, sentyabr artıq sezon başlayır. Böyük ümidlər, yeni transferlər, yeni baş məşqçi, yeni məşqçi ilə böyük ümidlər, hamısı amma gəlib çatanda payız və qış aylarını qışı keçə bilmir həmin məşqçi. Məşqçi dəyişikliyi yaya qədər keçid dövrüdür, mənim heyətim deyil. Yayda transferlər olur, yeni mövsüm, yeni ümidlər. Həmin məşqçi də qışa gəlib görmür. Qışı necə deyirlər, bu komanda ilə ili qarşılamır təzədən.
Amma bir fərq var. Qısır bir dalana dirənib. Bəli. Yəni bu halqa gəlib tamamlanmır. Sadəcə bir detalla çox razıyam və 4 əlli razıyam Firuzla ki, Yuri Vernudubun oyunu və komandaya o təsiri. Məşqçi işi görünür də. Məşqçi işi özünü o işə artırlar, o çox özünü göstərir, yaxşı mənada göstərir. Bundan əvvəlki məşqçilərdən tamamilə fərqlənir düşünürəm. Sadəcə olaraq burada ən əsası məşqçi ilə düzgün işi qurmaq artıq qalır klub rəhbərliyinin üzərində. Və burada da sözü bir yerə qoymalıdır klub rəhbərliyi. Söz və ya tapşırıqlar əks-səda verməməlidir. Çünki əks-səda verəndə də sözlərin dəyişmə ehtimalı da var. Ona görə məşqçiyə etimad göstərilməlidir. Klub, komanda işbirliyi davam etməlidir ki, yeni mövsümdə biz iddialı, güclü Neftçi görə bilək. Hətta ola bilər ki, bu gedişatla davam edərsə Neftçi komandasında Avrokuboklarda da Neftçinin ən azından bir mərhələ, 2 mərhələ keçərək bu reabilitasiya dövrünü, toparlanma dövrünü sürətləndirə bilər. Əsas odur ki, ciddi maneə çıxmasın. Birinci Kəpəz barədə demək istəyirəm ki, yəni komanda neynəsə də komandaya çox çatışmır. Fərdi, individual güclü oyunçular. Ohori də yox idi özdə. Ohori elə onu deyəcəydim ki, elə oyunçular çatışmır və Ohori son belə deyək oyunlarda bir neçə dəfə, yəni sanki o rolu öz üzərinə götürmüşdü və o da çatışmırdı. Komandanın əsas oyunçuları, 3 dənə əsas oyunçusu, üçü də o pivot tiplidir. Birinci Ricardodur, ortada Bağdır, irəlidə də Paçodur. Yəni üçü də çox keyfiyyətli, istedadlı, potensiallı usta oyunçulardır, amma onlar fərq yaradacaq oyunçular. Statik oyunçulardır. Statik oyunçular, yəni pivot tipli oyunçular. Yəni oyunu özlərinə götürən deyirlər, hərəkət edən deyirlər, tək başına o epizod yaratmırlar və bu da Kəpəzə çox çalışmır. Yəni nə qədər də struktur oyuna fərqi yoxdur. Yəni kimsə arada topu özlərinə götürüb nəsə eləməlidir. Bu Kəpəzdə çox çatışmır. Neftçiyə qarşı oyunda da mənə elə gəldi ki, onlar çox belə orta blokdan başlayırdılar qarşılamağa, biraz da aşağıda otururdular. Məncə ümumiyyətlə bu tək Kəpəzə aid deyil. Kəpəz, Kərvan, Qəbələ bu komandalar 100% oynamalılar hansı modeldə? Yəni aşağı blokda oturub müdafiəyə etibar edə bilmirlər. Onların hamısı müdafiəsi çox zəifdir. Yəni hansı komandaya qarşı otururlarsa, nə qədər də otursalar da fərqi yoxdur. Səhv eləyəcəklər, qol buraxacaqlar. Bu 100%-dir. Bu komandalar başa düşməlidirlər özləri üçün ki, onların oyun resepti birinci növbədə müdafiə, hücum xəttindən başlayırdı. Üçlü hücumçudular, dördlüdülər, 4-4-2-dir, fərqi yoxdur, 4-3-3-dür. Onlar elə bir hücum xətti yaratmalıdırlar ki, o hücum xətti yaxşı presinq edə bilir. Yəni Sumqayıtı o zaman biz bunu da əlavə edə bilərik, deyilmi? Sumqayıtı orada tam əlavə etmək istəmirəm, çünki Sumqayıt biraz keyfiyyət baxımından daha güclü oyunçulara malikdir. Həm müdafiədə, həm kreativdə falan. Ona görə o belə çapdıq oyunçular biraz onlardan üstün. Onlardan biraz üstün olur. Amma Karvandır 100%, Qəbələdir 100% və Kəpəzdir 100%. Bu komandalar rəqibə hədsiz dərəcədə çox oyunmağa imkan verirlər və aşağı düzülməklə deyil, beşli ilə də düzülməklə deyil, altılıqla da düzülməklə deyil. Bu komandaların müdafiəsi hücumçulardan başlamalıdır. Onların hücumçularında öndə presinq tətbiq etməlidir deyirsən, amma bunun üçün də futbolçuların fiziki vəziyyəti gərək qənaətbəş olsun. Bir də oradan çıxmaq var da. Yəni onu çox çətin bir şey, düzgün eləməlidir. Bütün komanda düzgün eləmək, həm də ki burada balans yaratmaq lazımdır. Məsəl üçün off-top kimi alınacaq, amma Real Madrid son oyununda bir dənə Vinicius'dan başqa bütün hücum qrupası oyunçuları hamısı müdafiə meyilli oyunçular idi. Burada o Garcia da var, hansı ki çox adam bilir ki, hücumçudur, amma necə hücumçudur? Yəni Mbappé kimi hücumçudur, Gonzalo Garcia, hansı ki topsuz hədsiz dərəcədə çox şey. Bir tipik xəyal kimi bir hücumçudur da. Genişlik boyunca, uzunluq boyunca qaçır ora-bura. Sən birdən-birə elə bir ki, velosipeddən oturdun Ferrari'yə. Nümunə çox böyük yüksək getdi də. Məna baxımından, mahiyyət baxımından eyni şeydir. Yəni mənası ondadır ki, hətta Real Madrid belə bütün hücum qrupasında, yəni müdafiə 4 dənə çıxart, Vinicius da çıxart, qalan 4 dənə oyuncu, 5 dənə oyuncu, hamısı topsuz hərəkət edən, işləyən oyuncudur. Sözümüz canı nədir? Sən Karvansansa və yaxud Kəpəzsənsə, mütləq deyil ki, sənin 3 dənə hücumçun olsun. Sənin zaten hücum eləməyə bir dənə oyunçu da bəsdir. Sənin opsiya oyunçuları dağıda da bilməlidirlər. Topsuz qaça bilməlidirlər, müdafiə oluna bilməlidirlər, kompaktlıq saxlamalıdırlar, presinq. Yəni deməsəm ki, bu balansı yaratmaq üzərində işləməlidirlər və bilməlidirlər ki, müdafiədən heç nə çıxmayacaq. Birinci növbədə aqressiv müdafiə. Bunun üçün mütəmadi olaraq ölkə çempionatında oynamaq lazımdır. Bunun üçün klub rəhbərliyi futbolun içində olan şəxslər olmaqla yanaşı futbolu duymaq, stabil idarə etmə qabiliyyəti olmalıdır, təcrübə olmalıdır. Klub rəhbərliyi də axı müəyyən mənada yenidir. Daimi maliyyə qaynaqları olmalıdır. Sən öz meydanında oynamalısan. Çoxdur ya amillər mən düşünürəm. Çox şey ola bilər. Əlbəttə mən bunu ancaq taktiki tərəfindən əlbəttə danışıram ki, yəni bu müdafiəyə etibar edib aşağıda biraz bağlanacağıq və biz ondan nəsə çıxardacağıq, alınmayacaq. O müdafiədə nə fərdi oyunçular yoxdur, nə də taktiki oyunçular yoxdur ki, müdafiəyə nəsə bel bağlayasan. Müdafiəmiz hücumdan başlamalıdır və hücum xəttindən başlamalıdır. Əgər orada hücumçu sayımız çoxdursa, onların biri
birini və yaxud ikisini çıxardıb onların yerinə daha universal oyunçular qoyub daha böyük pressing və təzyiq yaratmaq lazımdır. Məhz hücum xəttində müdafiə başlayaraq. Bu Kəpəzə aid idi və həmçinin də elə digər o saydığım komandalar. Neftçiyə aid isə məsələ nə yerdədir? Neftçidən elə Verniudub birinci gələn oyunundan da dediyim şeylərin üstündə hələ də o oyunu qurur və balansı da daha yaxşılaşdırıb. Farajı invert edib, Abu Bakarı həmlə hücumçusu edib, bütün hücuma meyilli oyunçuları startdan oyuna buraxmır və oyunu biraz da əsas məsələlərdən də biri o idi. Biraz da strukturlaşdırıb və biraz da vertikallaşdırıb. Bundan qabaq Neftçi necə oynayırdı? Neftçi oynayırdı, o indi mən demirəm ki, Samir Abbasov bunun adını relasyon futbol qoyub oynayır, amma relasyon elementlərlə oynayır. Bu da nədir? Hücumdakı oyunçuların improvizasiyası üzərində qurulmuş gedişlər və situativ əmələ gələn oyunçular arasındakı bağlar, hansı ki struktur futbolda o strukturun mövqələrindən diktə olunur oyunçuların həm gedişləri, həm də onların arasındakı bağlar. Amma relasyon futbolda isə oyunçular epizoda uyğun olaraq və istedadlarına uyğun olaraq şərh edirlər epizodları, boş individual və anında. Və anında, yəni yeni bağlar yaradırlar, yeni gedişlər edirlər və bu futbolu 5 dənə, 6 dənə birinci dəfə görən oyunçu oynaması çətindir. Bir yerdə bu oyunu illərlə oynamayan oyunçular üçün həqiqətən də çətindir və onda hər şey yüklənir oyunçuların individual ustalığına ki, onlar özləri nəsə fərq yaradır. Onlar da yaranmayanda komandada problem başlayır. Bax, Samir Abbasov o problemi sanki yaratmışdı. Verniudub gəldi, onu sanki biraz səliqəyə saldı. Oyunu biraz da strukturlaşdırdı. Yəni o qədər relasyon, improvizasiya üzərində qurulmur artıq oyun. Oyunu biraz da vertikallaşdırdı. Tam yüklənmir rəqibin 3də birinə. Daha çox ortada keçidlərdən də istifadə edə bilir və əlbəttə ki, haqla batan şeydir ki, yəni indiki zamanda Farajı sağda oynatmaq, yox solda oynatmaq lazım idi və Abu Bakar da çatdırmırdı. Yekunda biz nə görürük? Sambu hansı ki, o qədər epizodu yəni körləyirdi bundan qabaq. İnanın ki, Sambu daha güclü oyunçu olmadı bu 2-3 həftə ərzində və yaxud topla da o qədər güclü deyil. Amma effektivliyi nə qədər çox artdı. Çünki futbol daha bəsitləşdi, daha sadələşdi, daha strukturlaşdı və bu dəfə Qarabağ 5,8 XG yaradıb. Yəni bu çox böyük rəqəmdir. Zərbələrdə 1-in 12-yədir. Amma bunun hamısını rəqibin 3də birində oturub 80% topa sahib olmanıyor, 56% cəmi topa sahib olub. Uzun toplarda Kəpəzlə eyni qədər uzun top oynayıb, biri 48-dir, biri 44-dür. Yəni ümumi pas sayında da bir-birlərinə təxminən yaxındır. Yəni tam olaraq nə total dominasiya lazım deyil epizod yaratmaq üçün, nə rəqibin 3də birində tamamilə yüklənib 20 dəqiqə orada futbol oynamağa ehtiyac yoxdur. Nə də bütün hücum oyunçuları da oyuna salmağa ehtiyac yoxdur. Ağıllı və məntiqli oyun. Bəli. Yekunda da uğurlu nəticə. Balans yaratmalısan toplu topsuz oyunda və sənin komandanın əgər oyunçuları hamısı təzə transferlərdirsə, bu oyunun komandanın oyunu hələ getmirsə və görürsən ki, sənin oyunçularında bəzilərində belə deyək əminsizlik var, keyfiyyət çatışmamazlığı var. Sən komandanın oyununu elə struktur keyfiyyətdə qurursan ki, yəni struktur özü biraz komandaya kömək olsun oynamağa və onların nəticəsi yavaş-yavaş gəldikcə o strukturdan, sonra onlar improvizasiyadan da artıq nəsə edə bilərlər. Turun digər oyununda isə Araz Naxçıvan Sumqayıt üzərində minimal hesablı qələbə qazandı 1-0 hesabı ilə ki, kifayət qədər böhran vəziyyətində olan bir komandaydı Araz Naxçıvan. Biz bu barədə danışırdıq. Uzun müddət idi, işlər yaxşı getmirdi. Meydanda görürdük. Bu hətta baş məşqçi dəyişikliyinə gətirib çıxartdı. Baş məşqçi dəyişikliyi də özünü oyun olaraq biz bir fərqi görmürdük açığı. Amma son turda komanda qalib gəldi və Sumqayıt kimi komandaya qalib gəldi ki, Sumqayıt Araz Naxçıvanla müqayisədə daha yaxşı yetişmiş belə deyək formada olan bir komandadır, yaxşı qurulmuş bir komandadır. Strategiyası bəllidir, məşqçi artıq müəyyən şeyləri komandada yerləşdirə bilib, amma Demçenko isə artıq yeni gəlib və nələrsə bundan sonrası üçün eləməli idi. Oyunda çox qəribə bir şey oldu. 2 penalti verildi, hər ikisində var müdaxiləsi oldu və çox yerində var müdaxilələr oldu. Əvvəlcə Sumqayıtın lehinə penalti verildi və haqlı olaraq orada VAR çağırdı, hakim qərarını dəyişdi. Daha sonra isə Slavikin içəri elədiyi ötürməmi, zərbə indi onu bilmirik. Muminiyə səhv eləmirəmsə, Muminin əlinə bəli dəydi. Muminin əlinə dəydi. Hakim çağırdı və oradan 1-0 hesabı ilə önə keçdi. Sumqayıtı bəyənmədim. Sumqayıt mən düşünürdüm ki, Araz Naxçıvanla oyunda mənim şəxsi fikrim idi bu ki, aşkar favoritdir. Hətta indiki Araz Naxçıvan bu vəziyyətdə yaxalamışkən qalib gələcəyini də düşünürdüm, amma Sumqayıt mən düşünürəm ki, fikirləşdiyi, istədiyi oyunu da oynaya bilmədi. Biraz oyunçularda da bundan qaynaqlanan biraz gərginliyi də hiss edirdim. İstər rəqiblə münasibət, istər hakimlə bir çox bəzən yerli, bəzən yersiz etirazlarını görürdüm. Oyuna qalanda hətta epizod
təhlükə və o XG tərəfindən də baxa bilərik. İndi XG-dən açıq xəbərim yoxdur, əgər Teymurun varsa. Sumqayıtın məncə epizodu daha çox. Sumqayıt vardı, amma son saniyələrdə də Sumqayıtda daha çoxdur. Simakalanın səhv eləmirəmsə çox %100 epizodu da var idi, hansı ki dirəkdən qayıtdı. Bu mənada Demçenko gördü nə göstərirdi kənarda. üstündən aşırı, amma Mən də bir məsələ var ki, də, yəni təbii ki, mənim də ağlıma o gəldi. Hər kəs amma 90 plus 2-ci dəqiqə idi ya 3-cü dəqiqə idi səhv eləmirəmsə o epizod gedəndə o vaxta qədər oynamaq, nəbz qalxıb, artıq yorğunluq var və bəzən bu yorğunluq sənə imkan vermir daha rahat belə deyək, aydın beyinlə düşünəsən ki, burada nə qərar verim. Yaradılan epizodların keyfiyyətinə baxanda mən düşünürəm ki, Arazın yaratdığı epizodlar daha %100 idi. Hətta o son epizod sənin də dediyin kimi o aşırma da eləyə bilərdi Simakala. Bu mənada bəzən belə qələbələr uzun müddət ola bilər, məlhəm olmasın hansısa bir klubun yarasına, amma belə böhran vəziyyətlərindən çıxmağa kömək eləyə bilər. Biraz komandada ab-havanı düzəldə bilər. O ölü torpağın üstündən atmış ola bilər Araz Naxçıvan bu mənada. Sumqayıt üçün çempionat baxımından, liqa baxımından itirilmiş bir üç xaldı, amma böyük mənada itirilmiş heç nə yoxdur. Çünki komandanın yeri də bəllidir. Düzdür, Avrokuboklar uğrunda mübarizə aparır və hələ də şanslıdır. Araz Naxçıvan üçün isə çox kritik bir qələbə, kritik bir oyun idi. Hətta bir neçə topda vura bilərdi komanda. Mən də razıyam ki, orada Sumqayıtın lehinə verilən penalti haqlı qərar olaraq VAR-a çağırıldı və ləğv edildi. VAR-ın niyə VAR olduğuna sevindiyimiz və eyni zamanda VAR olmalıdır dediyimiz epizodlardan biri də məhz budur. Sadəcə olaraq bizim VAR sistemində düşünürəm əvvəl Qərblə müqayisə etməliyik indiki vəziyyətdə və top 5-li ilə və yaxud da ki, üstün çempionatlarla müqayisə edəndə bizdə VAR-la bağlı epizodlarda çox zaman itiririk. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər ola bilər ki, hakimlərin məsələyə yanaşması, amma həmin o subyektiv məsələlər də obyektiv səbəblərdən doğur. Burada da gəlir məsələ nəyə? Hakimlər daha çox rakurslardan baxa bilmirlər epizodlara. Eyni ilə biz ekranda necə görürük, hətta onlar daha az rakurslardan izləyərək o qərarı verirlər. Mamulin əlindən təyən top isə düşünürəm ki, elə həqiqətən haqlı qərar idi. Arazın lehinə verilən penalti. Ramalinqonun qırmızı kartı da doğrudur. Kadi niyə qırmızı vərəqə aldısa, Ramalinqon da yəni təxminən eyni şeydir. Təcavüzkar davranış, yəni eyni bir məsələdir. Etiraz etmək belə düşünürəm ki, ədalətsizlikdir. Düzdür, indi emosiyalar coşa gələndə, oyunun gedişində, o gərginlikdə futbolçular etiraz edirlər, məşqçilər korpusu həmçinin. Amma oyun bitəndən sonra bir soyuqqanlı baxış alanda görürsən ki, yəni orada hakim haqlı qərar vermişdi. Araz Naxçıvan üçün hava su kimi lazım olan qələbə idi. Amma ümumi, yəni qırmızı vərəqəyə qədər deyəndə, ümumi oyuna baxanda belə bir təəssüratım var idi ki, Sumqayıt bərabərlik qolunu vuracaq. Sumqayıt məğlubiyyətdən qurtulacaq. Belə bir təəssürat var idi, amma qırmızı vərəqədən sonra demək olar ki, o mənim üçün 0 indi. Mənə görə də qırmızı olmasaydı Sumqayıt axıracan bəlkə də döyüşüb nəsə eləyə bilərdi, amma qırmızıdan sonra vəziyyət biraz da pisləşdi. Çünki Firuz da yaxşı dedi, çünki Sumqayıt oyuna da pis başlamışdı. Yəni istədiyi kimi də oynaya bilmirdi. Açığı çox da yaxşı başa düşmürdüm Sumqayıt nə etmək istəyərdi ilkin olaraq. Çünki bu Arazdan bilmirsən nə gözləyəsən. Yəni bu Araz bilmirsən nə oynayır. Nədə güclüdür, nədə zəifdir. Birinci nömrə oynayacaq, ikinci nömrə oynayacaq, topla çox oynayacaq, oynamayacaq. Yəni bilmirsən. Ona görə mənə də maraqlıdır ki, Sumqayıt yəni birinci nömrədə bu taktiki status quo baxımından yəni oyuna necə hazırlaşacaq. Ninkoviçlə çıxmışlar oyuna. Biz Firuzla bir dəfə müzakirə edirdik. Deyəsən Zirəyə qarşı Sumqayıt oynayanda belə bir fikir var idi ki, Ninkoviç sonradan girsəydi, yox, əvvəlcədən olsaydı. Yadındadır, mən də dedim ki, Şamaxı ilə oyundaydı. Ya Şamaxı ilə ya Şamaxı ilə oyundaydı. Yankoviç sonradan girmişdi oyuna. Yox, Ninkoviç deyirəm. Yankoviç girib, Alex Yankoviç girib oyun çevirdi. O Şamaxı idi. O Şamaxı idi. Bir gol bir asist eləmişdi. 1-0-dan çevirmişdi. Burada isə Ninkoviç ilk dəqiqələrdən oyundaydı və o keçən dəfə dediyim bu oyunun da belə deyə problemli tərəfi ondadır ki, Ninkoviç tez yorulur. İstərsəniz çox qaçırsan, çatdıra bilmir. Rəqib də hələ ki belə deyə də güclüdür, yorulmayıb, oyun təzə başlayıb və sənin ən texnikalı, ən kreativ, ən proqressiv oyunçun yarım müdafiəçidə, yəni orta xəttdə. O oyunçu birincidən çox qaçmalı olur, çünki rəqib də hələ ki məcbur edir səni çox qaçmağa. 65-ci dəqiqədə Ninkoviçi dəyişməli oldular
və artıq ki, haçan ki Sumqayıt hücum etməli idi, haçan ki Sumqayıt qol vurmalı idi, epizod yaratmalı idi. Sən ən güclü playmaker-ı demək olar ki, orta xəttdən çıxartmalı olsun, çünki onu itirirsən. Ona görə keçən dəfə mən belə fikri təklif edirdim ki, yəni Ninkoviç elə oyunçudur ki, düzdür, o cavan olsa o başqa məsələdir. Amma bu yaşda Ninkoviç formasına da baxıram, dinamikasına da baxıram, atletik, fiziki intensivliyinə də baxanda görsənir ki, 30 dəqiqə yaxşı keyfiyyətli futbol oynaya bilir və fərq yarada bilir və təzyiq Bir hissə. Maksimum bir hissə. Güclü rəqibə qarşı Ninkoviçi startdan buraxırsansa, o biraz daha tez yorulacaq. Düzdür, bəxtin gətirəcək, bəlkə birinci hissədə tam 2 dənə qol vurasan işin rahatlaşacaq. Amma əgər bax belə epizod yarandısa 45-ci dəqiqədə Araz vurdu və sən artıq comeback eləməli idin ikinci hissədə, sənin ən güclü playmakerin artıq yorulub. Və 65-ci dəqiqədə sən onu çıxardanda demək olar ki, o tərzdə bir dənə də oyunçu yoxdur. Nə təklif edirsən? Yəni təklif etmirəm. Sadəcə özümə də maraqlıdır ki, görüm bu belə oynasalar necə olacaq və keçən dəfə Firuzla müzakirəmizdə, yəni mən belə bir fikir irəli sürmüşdüm ki, məncə bu əlverişsizdir və ona görə məhz Ninkoviçi buna qədər İliç həmişə ikinci hissədən salırdı. Əsasən də güclü rəqiblərə qarşı, çünki güclü rəqiblər ilk dəqiqələrdən səninlə mübarizə aparır və sən çox topsuz qaçmalı olub yorulmalı olursan və onlara qarşı çevriliş eləmək lazım onda Ninkoviçi salırdı və bu işləyirdi. Amma bu dəfə isə ilk dəqiqələrdən təxminən güclü rəqibə qarşı saldı və bu artıq işləmədi. Araz güclü rəqib dedikdə burada təkcə komandanın ümumi güc nisbəti deyil, eyni zamanda müdafiədə də Araz Naxçıvan, yəni etiraf edək, yəni düzdür, nə qədər o enişli yoxuşlu bir dövr yaşasa da, Araz Naxçıvanın son mövsümdə Azərbaycan Avrokuboklarda təmsil edən komandadır. Avrokuboklarda da sonuncu məğlubiyyətə çıxma şərti ilə yaxşı nəticə göstərərək, bir sensasyon nəticə əldə edərək çıxış edən komandadır və individual nəticə. Bir də ki, müdafiə, baxmayaraq ki, indi orada müdafiədə itkilər var idi. Ribeironun gedişini mən nəzərdə tuturam. Amma komanda daim bir yerdə oynayan futbolçulardır. Baxışlarından artıq bir-birlərini duya bilirlər. Araz Naxçıvanın müdafiə xətti yarım müdafiə və hücumla müqayisədə daha stabil qala bilən komanda idi. Ona görə də elə bir şey demək olar, amma daha güclüdür. Bu istiqamətdə Sumqayıtdan güclüdür. Araz əlbəttə ki, potensial olaraq güclü kifayət qədər komandadır. Yəni Sumqayıt kimi komanda Araz kimi komandaya özünü ondan üstün kimi oyuna yanaşa bilməz. Ən azından bərabər kimi yanaşmalıdır. Bu belədir. Amma yenə də mənə elə gəlir ki, Araz Naxçıvanın əsas problemlərindən biri odur ki, elə əsas problemi odur ki, onun topsuz oyunda kifayət qədər balans yoxdur. Çünki orta xətti onun kifayət qədər topsuz iş görə bilmir. Hücum xəttində də istərsəniz yaşlı oyunçular da çoxdur, hansıların ki üzərində topla çox iş düşür və topsuz onlar artıq o qədər müdafiə ola bilmir. İndi mənə də özümə də maraqlıdır ki, yəni baş məşqçi burada biraz balans axtarmalıdır. Ola bilsin ki, hücum xəttindən bir oyunçu say azaldıb ortaya oyunçu əlavə eləmək. Çünki onlarda ortada bir yaxşı 8-lik yoxdur ki, məsələn onu Coşqunun yerinə qoyasan, yəni Coşqundan fərqli olaraq həm toplu, həm topsuz iş görə bilən, ya da ki, heç olmasa yəni 4-4-2-yə keçsinlər, Boli olsun belə deyə də sağ yarım müdafiəçi kimi 4-4-2 2 dənə hücumçu ilə Santosla bir də ki, Simakala ilə müdafiə olunsunlar. Çünki onlar cinahlarda olanda Santosda cinahda olanda, cinahda yenə də bax həmin Zubir məsələsidir. Bax Zubir də artıq cinah o hücumçusu kimi çatdırmır, topsuz oyunu çatdırmır da, yəni texnika falan bəllidir var. Santos da onlarda sol cinahda hücumçu kimi oynayır da sanki. Bax orada topsuz oyunda da oyunçunun üzərinə çox iş düşür. Həm də ağır oyunçudur. Yəni hətta Zubirlə müqayisə eləsək belə, Filipe Santos Zubirdən ağırdır. Onun da yaşı artıq az deyil, yəni 30-dan çoxdur. Və həm də ki, yenə deyirəm, bu oyunçunun futbolçu qabaritləri də görsəndə iri ağır oyunçudur. Göstərməyə də meyillidir. Ya kreativdə də çox iş düşür də bu oyunçunun üzərinə. Yəni onun hamısını necəsə bax indi komanda kompensasiya etməlidir. Bu oyunu güclü oynamaq üçün, yaxşı oynamaq üçün sən güclü orta xəttin olmalıdır, universallardan ibarət. Sumqayıtı bəlkə də Araz Naxçıvandan bu oyunda mən üstünəm deyib çaşdıran amillərdən biri də xal nisbətində və turnir cədvəlində Araz Naxçıvanın üstün olması idi ki, ya da ki, elə Araz Naxçıvanın pis vəziyyətdə olmasıdır. Bəlkə də bu da çaşdıra bilər. Amma indiki vəziyyətdə Araz Naxçıvan minimal hesablı qələbə sayəsində Sumqayıt da xal fərqini aradan qaldırır. Hazırda Araz Naxçıvanın da 30 xalı var, Sumqayıtın da 30 xalı var və indi bir qədər sonra haqqında danışdığımız, bir qədər əvvəl haqqında danışdığımız Neftçi komandasında 30 xalı var və bu 3 komanda hazırda 5, 6 və 7-ci pillələri bölüşürlər. Baxmayaraq ki, Araz Naxçıvana məğlub olub, Sumqayıt komandası hələ də bir pillə öndədir. Bu da top nisbəti amilindədir. Turun heç-heçə ilə bitən Sumqayıt haqqında bilirsiniz nə demək istəyirəm? Yeri gəlmişkən Ramalingom yenə də Sumqayıtı biraz pis vəziyyətə qoydu. Biraz yox, bir xeyli. Çünki penaltidə də neçə dəfə Sumqayıtı pis vəziyyətə qoyub, yəni vurmamağı ilə. Sözümü nəyə gətirdim? Rüstəm Əhmədzadəyə çoxdandır baxıram. Mənə elə gəlir ki, Rüstəm Əhmədzadə artıq startda o qədər də yer yoxdur, amma bir şərtlə. Yəni cinah hücumçusu kimi yaxşı deyil Rüstəm Əhmədzadə. Yəni kifayət qədər o da biraz xəyal kimidir. Başa düşürsən? Dinamikdir, atletikdə bacarıqları yaxşıdır.
texnikası da var, amma cinah hücumçusu biraz başqa şeydir. Yəni birə-birdə çox kəsərli oyunçu olmalısan. Yəni orada qaçır, eləyir, topsuz işi görür, amma topla lazım olan o kəsəri vermir, o təsiri göstərmir. İndi Ramalinqom zədələndi. Mən ona görə nəyə görə deyirəm? Yəni Qırmızı vərəq aldı. Ramalinqom da qırmızı aldı. Yəni bundan qabaq Rüstəmi sağda da biraz oynatdılar, hücumçu kimi solda da oynatdılar və mən də görürəm ki, o lazım olanı vermir. Yəni Ronaldo Vazquez də, Yankoviç də ondan daha faydalıdır bu rolda. Amma indi Ramalinqom olmayacaq. Ramalinqomun yerinə Rüstəm Əhmədzadədən istifadə eləmək olar və Rüstəm Əhmədzadə məhz xəyal kimi biraz yalançı 9-luq və yaxud iki hücumçudan biri kimi ola biləcək hücumçu kimi yaxşıdır. Yəni hansıdır ki, əgər pivot hücumçu varsa, onun arxasında Rüstəm yəni biraz hərəkətli hücumçu kimi yaxşı ola bilər. Və yaxud xəyal məsəl üçün Mikelsi necə indi əvəz edir? Məsəl üçün Mikelsi yoxdur. Xəyal yalançı 9-luq kimi oynayır. Haçan ki, yaxşı cinahlar var, cinahdan hücumçular var. Bax Rüstəmə indi mənə maraqlı olacaq növbəti turda baxmağa. İnanıram ki, onu Ramalinqomun yerinə yalançı 9-luq kimi istifadə edəcəklər. Çünki o da alınmasa, təəssüf ki, məncə artıq Rüstəmə o qədər də yer yoxdur. Yəni. Yeni Ampluada görək bu dediyin tərzdə olsa, Rüstəmi görmək maraqlı olardı. Biz isə turun sülhlə bitən, qolsuz bitən Şamaxı Turan Tovuz maçına nəzər salacağıq. Əslində komandaların turnir cədvəlindəki mövqeylərinə görə nəzərə alsaq və ümumən komandaların iddialarına görə nəzərə alsaq, büdcələrinə görə nəzərə alsaq, bir neçə komponentlərə görə nəzərə alsaq, bəli, Turan Tovuz bütün favoriti idi. Amma Şamaxının baş məşqçisi Ayxan Abbasovun və bu komandaya ötürə bildiyi o ruh, o enerjini nəzərə alsaq, düşünürəm ki, orada artıq bərabərlik var. Bu bir istisnadır, amma digər bütün komponentlərdə Turan Tovuz bütün favoriti idi. Oyun 0-0 bitməsinə baxmayaraq, düşünürəm ki, bəlkə də turun, indi burada Kəpəz Neftçi də ola bilər rəqabətə girsin. Turun epizod sarıdan ən bol oyunlarından biri idi. Səmimi deyəcəm, qolsuz keçsə belə oyunu mən çox darıxdırıcı hesab etmədim. Yəni bir neçə epizodlar var idi ki, yəni hər an qol olacaq təəssüratı yaranırdı, amma yekunda qol vurulmadı. Burada mən düşünürəm ən çox itkini yaşayan Turan Tovuz komandası oldu. Çünki bir qədər əvvəl dediyimiz kimi, bəli, Zirə komandası qalib gəlib və artıq səni üstələyib bir xal və indiki vəziyyətdə sən qələbə qazanmaqla yenidən öz pilləni qorumalısan, amma düşünürəm bu xal itkisi bu oyunda Şamaxı ilə oyunda Turan Tovuzun mövsümün sonunda ola bilər, məsələn, hansısa oyunda bir xal çatmasın Turan Tovuza Avrokubok pilləsinə qərarlaşmaq üçün. Onda baxa bilər ki, mən gərək Şamaxı ilə oyunda qələbə qazanardım ki, indi o bir xalın necə edirlər təəssüfünü yaşamayaydım. O çox ciddi bir itki xal oldu. Zirə qələbə qazananlarda bir pil, yəni sıralamada da üstələdi, bəli. David Volkov sayəsində. Mənə elə gəlir ki, bu komandaların ikisi üçün də çox çətin idi. Çünki təxminən ikisi də eyni şey oynayır. Sadəcə aydındır ki, Turanın biraz imkanları daha genişdir oyunçu baxımından. Özdəki nəinki tək oyunçuların individual potensialı baxımından. Həmçinin də Şamaxının ehtiyatı da çox qısadır. Yəni demək olar ki, heç əvəz etmə də eləmirdi axıracan Ayxan Abbasov. Çünki komanda dəfələrlə əvəz etmə edəndə keyfiyyətdə çox böyük itki var. Ona görə dedim ki, bütün komponentlərdə Turan bir və yaxud bir neçə addım öndədir. Bircə komponentdə bərabər ola bilər ki, Ayxan Abbasovun bəli, istəyi, əzmi, komanda ötürdüyü enerji. Razıyam, elə bir şey var idi, amma oyun çox çətin idi. Yəni Turan Tovuz da rahat oyun oynaya bilmədi. Şamaxı da indi onsuz da Şamaxı üçün rahat oynayacaq demək olar ki, olmur. Məncə komandalar bir-birlərinə kifayət qədər mane oldular, amma yenə də epizod baxımından epizodlar var idi, amma onların təhlükəsi yenə də kəsər yoxdur. Şamaxıda ümumiyyətlə demək olar təhlükəli epizod yox idi. 0.2 XG yaradıblar. Turan isə təxminən 1 XG yaratmışdı. Yəni onun epizodları daha təhlükəli idi məncə. Şamaxının problemi nə idi? Şamaxı gəlirdi cərimə meydançasına. Deyirdin ki, burada bir ötürmə və bir zərbə olsa, bunun əvvəl oyunlarında da biz görmüşük də, Şamaxının uzaqdan zərbələrlə və yaxud da ki, daha gözlənilməz bucaqlarla zərbə vuraraq fərqləndiyi epizodlar var idi. Burada da bu olacaq dediyin anda görürsən ki, yox. Ən azından Turan Tovuzdan kimsə gəldi və yaxud da ki, hansısa nəsə baş verdi. O ya ona görə olur ki, həmişə Turan Tovuz çox sayılı müdafiə olunur. Yəni demək olar az sayılı olaraq tuta bilmirsən, hətta istəsən əks hücumda da eləsən. Kompakt müdafiə olunmağı bacarır. Çünki bu beşli ona imkan verir ki, onun cinahları yuxarı qalxsa da, arxa çox da boş da qalmır. Həm ortadan da kimsə düşür, kompensasiya edir. Digər tərəfdən də meydançanın keyfiyyəti söhbəti var. Bu meydança imkan vermir topla yaxşı oynamağa. Yəni final mərhələsində topla 2 dənə məqam var da vacib. Həm çox sürətli oynamalısan, həm də çox incə rəftar eləməlisən və bu meydança onların ikisinə də mane olur. Teymur, amma betərin də betəri var da. Yəni Quba Olimpiya kompleksindəki vəziyyəti baxandan sonra, ona baxandan sonra, yəni mən düşünmürdüm ki,
2025-2025-ci illər Azərbaycan Premyer Liqası mövsümünün əvvəlində də xüsusilə də mən düşünmürdüm ki, nə vaxtsa Şamaxıdakı stadiona şükür deyəcəm. Amma indi Quba ilə müqayisədə şükür deyirəm. Mən amma Qubadakı meydançanı görəndə fikirləşirəm ki, mən indi də hətta, indi düzdür bəlkə də olmaz, amma bizim dövrümüzdə bəlkə də yüzlərlə, bəlkə də minlərlə uşaqlar elə meydançalara görə futbolla məşğul olmuyor. Bəli. Yəni onlar meydançaya baxırdılar, biz də televizorda futbola baxırdıqca meydança belə olan şeydir. Məsələn, bu Arsenal stadionudur, bu Old Trafforddur, bu nə bilim Milan. Biz o meydança görürdük, biz o meydançanı sevirdik və futbolu elə təsəvvür edirdik özümüzə. Amma gedəndə məsəl üçün Moika birdən təsadüfən yolun keçirdi. Yəni kimsə Feşemin stadionunda futbol Feşeymə gedəndə, Moika gedəndə o stadiondakı o daşları görəndə o belə katlamana oxşayır. Hansısa bir dənə tikintisi katlamanı. Bizə ən yaxın stadion. Çox adam fikirləşir ki, burada mən futbol oynamaq istəmirəm. Bizə ən yaxın stadion Bakılının stadionu idi, ya Dinamo Bakının stadionuydu. Sonra indi orada yəni tamamilə başqa təyinatla oldu. Sonra Xokkey Federasiyasında orada stadionu tikili elədi. Orada var idi bir əsas stadion, düz dəmir yol xəttinin də yanındaydı. Bizə də KKF-in stadionu var idi. KKF adlanırdı. Hərbi dəniz qüvvələrinin o vaxt Bayıl qəsəbəsində yerləşən Ensay hərbi hissə indi artıq orada yoxdur. Keçmiş o Bayıl türməsi var ya məşhur. Yosif Stalinin zadın yatdığı türmə. Baxın ondan üzbəyüz həmin orada var idi. Orada da yəni 100 metrəlik bir stadion idi, amma elə təxminən, yox elə belə baxıram ki, desəm Qubadakı stadiondan çox da pis olmayıb. Xatirimdə ən azından elə qaldı. Bəlkə də mənim üçün elə olub, orada futbol oynamışıq o həmin yerlərdə. Amma deyim ki, bəzən görüntü aldadıcı ola bilər də. Biz məsələn indi o dediyimiz o daşlar, kələ-kötür olmaq bir yana, baxırsan ki, ot örtüyü var. Amma bu ot örtüyünün altındakı vəziyyət necədir? Onu oynayan adam üçün keyfiyyəti nədir? Həm də o keyfiyyəti də məsələsi var ki, orada top getdikcə sanki biraz enerji də toplayır. O enerji başlayır ona qarşı işləmə, başlayır sıçramağa. Yəni o meydançanın örtüyünün amortizasiyası olmalıdır ki, o topun o enerjisini udmalıdır. Bəzən nəyə görə bu bizim bu daha çox mətbuatdan oxuduğumuz məsələlərdir də, otun daha çox qırxılaraq, daha çox sulanması məsələsidir ki, daha sürətli olsun. Top daha sürətli olsun. Bu da ləng oyun üstünlüyü verən komandanın işinə yaramır. Sürətli oyun üstünlüyü verən komandanın işinə yaramır. Yəni bu qədər incəliklərinə qədər müasir futbolun detalları var. Gedəndə Atletico Madridlə oyunlara Simeone qoymurdu otu kəsib və sulamağa. Nisbətən uzun saxlayır ki, rahat paslaşa bilmək. Ümumiyyətlə, otun hündürlüyü hər ölkədə eyni deyil. Məsəl üçün, İngiltərədə otu çox götürürlər həmişə. Ona görə İngiltərədə top həmişə çox sürətlidir. Amma İspaniyada, məsəl üçün, hamı da elə deyil. Bəzi komandalar da oradan da hündür saxlayır. Standartlar biraz fərqlidir. Orada standartlar biraz fərqlidir, amma kim ki sürətli futbol oynamaq istəyir, əlbəttə ki, onu biraz həmişə daha qısa saxlayır ki, top onda daha sürətli olur. Daha sürətli. 0-0 bitən oyun haqqında bu qədər danışdıq məncə məsələ. Yəni Torontovuzda da Şamaxı haqqında da səs vermə ilə keçirik digər oyuna. Keçək turun son qarşılaşması Qəbələ şəhər stadionunda baş tutdu. Qəbələ öz doğma meydanında Sabahı qəbul elədi və 1-0 hesabı ilə Sabah qalib gəldi. Səfərdə 3 xal qazandı və çempionluq uğrunda yarış qızğın şəkildə hələ də davam eləyir. Sabahın yəni heyəti bayaq dediyimiz kimi də artıq aydın məsələdir. Pakatelovdur, Zedatkadır, Puxaçdır, artıq yəni mərkəz stoperlər bəllidir, Nogueira, Solvet, yəni bütün o komanda necə bir heyətdən çıxır, strategiyası nədir, oyunu nədir, planı nədir, oturmuş bir komanda deyə bilərik artıq. Qarabağ qədər olmasa da, indi Qarabağ vaxt olaraq daha uzun müddətdir bunu eləmiş. Sabahda dəyişən forma olur da, qonaq səfər geyimi, bir də ev geyimi. Forma dəyişir, meydan dəyişir, şəhər dəyişir. Şəhər çox dəyişmir, nadir hallarda. Əsasən Bakıda oynanır bizim çempionatın oyunları. Bir də Quba ilə Qəbələyə arada gedib gəlirlər də, belə deyək. 300-400 kilometr. Sumqayıt mən artıq Bakı ilə hardasa eyni sayıram deyə onun adını çəkmədim. Sabah yaxşı oynadığımı məncə yox. Son turlarla müqayisədə Sabahın mən dünənki oyunda və dünən oynandı oyun artıq yaddaşda qalmayıb. Yaxşı oynadığını düşünmürəm. Öz oyununu oynamağa çalışdı. Təbii ki, üstünlüyü var idi. Burada biraz Qəbələnin oyununun da rolu var. Çünki Qəbələ bayaq Teymurun da qeyd elədiyi kimi çox aşağıdan oynayan 3 komandamızdan biridir. Daha doğrusu 2. İndi biraz Karvan Yevlax müəyyən qədər dəyişikliklər olsa belə. Və burada təbii ki, oyun ərazi üstünlüyü, oyun üstünlüyü, top üstünlüyü hamısı Sabahın tərəfində olsa da, yəni %100 epizodlar, o əvvəlki o kəskinliyi, biraz tempin, yəni temp aşağı idi. Mən bundan əvvəlki oyunlarla müqayisədə Sabahın daha yüksək tempdə oynadığı oyunları görmüşük və yüksək tempdə oynayanda komanda daha produktiv oyun sərgiləyə bilir. Oyunçular çünki onsuz da hərəkətlidir. Komandada təkcə Sabah elə bir komandadır ki, yəni təkcə oyunçular yox, bəzən cinah müdafiəçiləri belə yerini dəyişirlər. Biz bunu elə qolda da gördük ki, normalda Zedatka sağ cinah müdafiəçisidir, soldan ötürmə elədi, Xəyal çox yaxşı bitirdi. Bir məsələni qeyd eləyə bilərəm, Teymurun bayaq dediyinə 2 cümlə ilə əlavə eləmək məqsədim var. Bayaq o dedi ki, strategiya, hansı ki Karvan Yevlax bu strategiyanı seçməlidir Qəbələ və
Kəpəz səhv eləmirəmsə ki, bu komandalar aşağıda oynaya bilməyəcəklər onsuz da öndə pressing eləməlidirlər. Teymurla razıyam amma üzr istəyirəm bir dənə də fikrimi dəqiqləşdirdim. O demək deyil ki, onlar ancaq qabaqda oynamalı. O demək istəyirəm ki, onların müdafiəsi səni mən tamamilə düzgün başa düşdüm. Yəni tamaşaçılarımıza da mən düşünürəm ki, artıq aydın oldu. Yəni müdafiə hücum xəttindən başlamalı. Mərkəzə gəlib çatanda və cərimə meydançasına çatanda yox. Mən bu mövzuda Teymurla 50-50-yə razıyam. Nə mənada? İndi bu biraz baxış məsələsidir. İndi 50-50 hissəsi maraqlıdır. İzah eləyim. Bəlkə də Teymur haqlıdır, bəlkə də mən haqlıyam, bəlkə də ikimiz də haqsızıq. Elə məşqçilər daha düzgün olar. Və yaxud ikimiz də haqlıyıq. O da ola bilər. Mən düşünürəm ki, Teymurla razı olduğum hissə odur ki, doğrudan da bu komandaların aşağıda oynayası, bir lap aşağı blokda oynayan, nə müdafiə strategiyası planı yoxdur, nə də elə oyunçular yoxdur. Mən ötən turda Qəbələ haqqında dedim ki, yəni bu qədər yumşaq, bu qədər məsafəli müdafiə olunub. Yəni oyun udmaq, qol buraxmamaq mümkün deyil. Amma öndə pressingdə çox ciddi vərdiş tələb eləyir də, təkcə fiziki aktivlikdən alaq, yerləşmə, yəni mövqe bilgisi, pozisiya bilgisi olmalıdır oyunçularda və çox ciddi vərdiş olmalıdır və biraz da keyfiyyət lazımdır. Təkcə fiziki atletik yox, epizoda çatmaq, məsələn, çünki orada bir zəncir qırıldısa, sən 30 nədir? Yəni bir detaldan asılı deyil Firuz, bir neçə komponent var. 5-7 saniyə ərzində görə bilərsən ki, artıq rəqib 3 nəfərlə, 5 nəfərlə gəlib bir nəfər qapçın qalıbsan. Firuz, amma bir dənə məqamı dəqiqləşdim. Mən əslinə qalsa Yox, mən bildim. Mən səndən tamamilə razıyam. Yox, çünki söz dedin hansını ki mən dəqiqləşdirməliyəm. Mən yuxarıda pressing demirəm. Mən sadəcə müdafiəyə öndən başlamaq. Mən demək istəyirəm ki, bu da pressing biraz lazımdır. Yox, orta blokda da qarşılaya bilərsən. Mən orta bloku demək istəyirdim. Mən onu deyirəm. Salam belə. Ki mən demək istəyirəm ki, biraz daha ikinci zona dediyimiz. Yox, mən yuxarı pressing demirəm. Pressing onda mən səhv başa düşmüşəm. Onda mən sadəcə deyirəm ki, hücum xəttinin oyunçuları var ha, müdafiədə daha intensiv iştirak eləməli. Onda sən bilirsən də hücum xəttinin geri çəkilməsi. Mən öndə pressing kimi onu başa düşdüm. İkinci onu denən. Ona uyğun taktik olmalıdır. O qəliz məsələdir. Mən sadəcə deyirəm ki, hücumun məsəl üçün 4-3-3 oynayırlar. 3 dənə hücumçular var. Mən görürəm aşağı düşmədə ortada gözlə. Həmin hücumçuların azı ikisi artıq müdafiədə komanda kömək eləməlidir. Bir məsələ də var. Eləmir. İndi eləmir. Az işləyirlər də. Və bir məsələ də var burada ki, onda elə ki 50-50 yox, elə səninlə %100 eyni fikirdəyik. Bir əlavə uzaqbaş onda onu eləyim və yavaş-yavaş bitirim söhbətimi ki, elə də ortada qarşılayıb topu da aldığın an şok presdə daha kəskin əks hücumlar eləyə bilərsən. Çıxan rəqibi yaxalamağında ayrıca bir üstünlüyü var. Oyunla bağlı son olaraq bir də bunu deməliyəm ki, yenə deyirəm, Sabah daha üstün idi, yaxşı epizodlar yaratmasa da. Qəbələ çox da bəyənmədim. Sabaha da yenə də deyirəm, əvvəlki turlarla müqayisədə biraz daha sönük gördüm, amma ümumən komanda yaxşı idi. Bir son epizoda fikrimi bildirəcəm ki, yəni biraz çox qarışıq gəldi. İndi yenə də deyirəm, kamera görüntüləri falan necə, indi VAR hakimi nələr görüb, görməyib bilmirəm. Mən o epizodda sanki əli təbii vəziyyətdə gördüm. Çünki kimin əli? Qəbələ futbolçusunun əli, hansı ki əl verildi və qol sayılmadı da. Düz deyilmi Qəbələ? Birinci çünki orada Solvetin əlinə də dəydi epizod mən bilmirəm. Yəni o qədər qarışıq idi ki, ona konkret yəni əl tam açıq idi. Yəni açıq necə aşağı idi. Təbii vəziyyətdə. Aşağıdasa təbii vəziyyətdə o da. Ki, yəni buna görə topa qalxan bir vəziyyət idi. Bəli, buna görə də penalti istəməyin adı yoxdur. Mən düşünürəm ki, yəni gördüyüm qədər, yenə də deyirəm, əlimizdə o qədər görüntü yoxdur, o keyfiyyət yoxdur ki, biz konkret nəsə deyək. Mən Qəbələnin vurduğu qolda bir problem görməmişdim, amma baş hakim də qolu verdi, VAR çağırdı. Biraz belə qarışıq epizodlarda mən keçən dəfə də dedim, yəni ağla qara qədər bir, yerlə göy qədər fərq olmayan epizodlara dünyada normal futbol ölkələrində VAR-ın ümumiyyətlə qarışmağa ixtiyarı yoxdur. Yəni protokol bunu tələb edir. Belə. Maraqlı tərəf təkcə Qəbələ və Sabah deyil də. Yəni burada etiraf edək ki, çempionluq üçün və Avrokuboklar üçün iddiasını qoyan Zirəsi də, Araz Naxçıvanı da, Sumqayıtı da maraqlıdır ki, Sabah lider xalı itirə bilər. Qarabağ xüsusilə ki, yəni mən Sabah xalı itirərsə, xal fərqi xeyli azalacaq. Burada maraqlar çoxdur. Maraqlar çox idi. Amma oyunun özünün də ki, daxilində də yəni intriqa çox böyük idi. Son dəqiqələr idi, 1-0 idi və həm də ki epizod da çox da aşkar bir epizod deyildi, biraz qarışıq epizod. Amma çox, yəni buna görə ətrafında çox ajotaj yaranır. Amma mənim baxışımda açığı deyim ki, məncə çox bəsit bir epizoddur. Nə mənada? Epizod sadəcə olaraq cərimə meydançasında 2 dənə təsadüfi ələ toxunuş var. 2 dənə təsadüfi ələ toxunuş var. Solvet açıq aydın görsənir ki, yəni elədiyi hərəkətdə heç bir mübarizə belə deyə qoşulmur. Əlləri tamamilə elədiyi hərəkətə uyğun təbii vəziyyətdədir.
aşağıdadır, nə müdafiə sahəsində çoxaltmır və heç demək olar ki, mübarizəyə də girişmir. Sadəcə olaraq onun qabağındakı Qəbələnin oyunçusu yıxıldı, ani belə deyim, müvazinətini itirir, yıxılır və top ondan keçib düşür Solvetin əlinə. Yəni Solvetin əli tam təbii bir vəziyyətdədir, nə yuxarıda deyil, nə genişləndirmir, nə də ki, elədiyi o hərəkət, oradakı hərəkət edir, yəni rəqibin oyunçusuna yaxınlaşmada nə səliqəsizlik eləmir, nə kobudluq eləmir. Düşünürəm ki, burada mübahisələrin, xüsusən həmin epizoddan sonra sosial şəbəkələrdə yazılan, mediada gedən mübahisələrin kökündə duran məsələ Solvenin ələ toxunuşu yox, ondan sonraki məsələdir. İndi mən elə ora gələcəm. Yəni bu Solven epizodudur və bir mənalı olaraq hər şey göstərir ki, bu təsadüfi toxunuşdur. Təsadüfi toxunuşdur. İkinci məqamda isə haçan ki Qərbələrin oyunçusunun əlinə toxunur və burada da göstərir ki, tam təsadüf necə ki Solvenin əlinə o gözləmədən əlin normal vəziyyətdə olduğu halda top dəyir. Həmçində Qəbələnin oyunçunun da əlinə elə deyir. Bir balaca amma əli qatdaq vəziyyətdədir. Heç inan ki, orada heç ona ehtiyac yoxdur. Bilirsən niyə? Çünki çox adam sanki yadından çıxardır ki, hücumda oynayan komanda və müdafiədə olan komandanın təsadüfi ələ toxunuşları qayda ilə fərqli şərh olunur. Təsadüfən müdafiədə olunan komandanın oyunçunun əlinə top dəyə bilər və bu qayda pozuntusu deyil. Amma hücumda olan oyunçunun hətta təsadüfən belə əlinə top dəysə, bu qayda pozuntusudur. Və ona görə mən elə hesab edirəm ki, baş hakim o epizodu belə şərh elədi. O gördü ki, Solve də bilə-bilə deyil, tam təsadüf. Vardan ona tövsiyə gördülər ki, baxın, burada hücum edən komanda Qəbələnin oyunçusuna təsadüfən top dəyir. Belə bir epizod Sumqayıtla oyunda Mikelsdə də olmuşdu. Hücumdaydılar, Mikelsin təsadüfən əlinə top toxunmuşdu, qol vurmuşdular, saymamışlar. İndiki vəziyyətdə hakimlərin şərh etmə məsələsi də var. Burada şərh heç çox da yer də yoxdur. O hakimi çağırdılar, onu göstərdilər ki, hücumda olan komandanın oyunçunun əlinə top təsadüfən dəyib. Vəssalam. O kifayətdir ki, orada oyunu saxladılsın. Və sabah bu qələbə sayəsində çempionluq iddiasını, liderliyini hələ də saxlayır. Çempionluq iddiasını davam etdirir və oyunda diqqətimi çəkən məqamlardan biri də Xəyalın ardıcıl 3-cü oyunda fərqlənməsidir ki, David Volkovla bağlı bir qədər dediyimiz məqamda da bu öz əksini tapmışdı. David Volkov Zirənin forması ilə, Xəyal Əliyev isə Sabah forması ilə 3 həftədir davam edir. Əslində bu məqamda həmişə mən bunu qeyd edirəm və deyirəm. Məsələn, yerli futbolçular adına bu məni sevindirən amillərdən biridir ki, bizim yerli futbolçularımız fərqlənməlidirlər. Yəni özlərinə o inam hissini oyatmaq, o inam hissini artırmaq, özünə əminliyi artırmaq və ən azından formanı artırmaq baxımından. Amma düşünürəm ki, Xəyalın sabahda ciddi rəqabəti var və bu rəqabəti tab gətirməsi üçün bu cür qollar vurmalı. Yeni hücumçu da gəlir, belki onu da görməmişik. Bu cür qollar vurmaqla yerini möhkəmləndirməlidir və yaxud da ki, rəqabəti gücləndirməlidir. Bu tərəfdən mən sevindiyim amillərdən biridir. Və bu yerdə tur bitir. 20-ci turu başa vurduq. Gəlir məsələ ənənəvi olaraq turun qəhrəmanlarına və anti qəhrəmanlarına. Başlayaq Firuz səndən. Mənim üçün turun qəhrəmanı elə adını da çəkdiyimiz kimi Volkovdur. Çünki həm 3 həftədir çox yaxşı oynayır, zədədən qayıtmışdı, həm də vacib bir 3 xal qazandırdı ki, turnir cədvəlində də komandasının yerinin yaxşı mənada dəyişməyinə də səbəb oldu və yəni sırf bunu nəzərə alaraq mənim üçün turun qəhrəmanı Volkovdur. Turun anti qəhrəmanı isə Almeydadır. Nəyə görə Almeydadır? Düzdür. Qarabağ 10 nəfər qalsa da qol vurmuşdu, amma 84-cü dəqiqədə hakimə etirazdan qırmızı vərəqə, ikinci sarı vərəqə və qırmızı vərəqə aldı ki, məncə çox mənasız bir hərəkət idi. Onsuz da cərimə meydançasında olub, var. Nəsə varsa onsuz da çağıracaqlar ki, onsuz da epizodda da heç nə yox idi. Yəni mənasız yerə uzatmalarla bir yerdə arsa bir 10 dəqiqəlik vaxtı komanda bir oyunçu üstün oynaya bilərkən Qarabağ kimi komandaya qarşı bərabər oynadı və mən düşünürəm ki, bu mənada və çox %100 bir epizod da qaçırtmışdı. İndi futbolçu qol qaçırdılar, o mənada problem yoxdur, amma günündə deyildi deyə mən düşünürəm ki, çox bəyənsəm də turun anti qəhrəmanı, bu turun anti qəhrəmanı mənə görə Almeyda. Mən özüm də qəhrəman açığı həm Volkovu da görürəm, anti qəhrəman Almeydanı da görürəm. Kifayət qədər səbəb var, amma bəlkə biraz fərqlilik olsun deyənə mən qəhrəman Xəyalı qeyd elədim. Çünki Xəyal doğrudan da böyük iş görür. Mikelsin olmamasında kompensasiya etdi. Hər oyunda qol vurur. Bu oyunda vacib qol vurdu. Yəni qələbə gətirən qolu vurdu. Ona görə qəhrəman Xəyal, anti qəhrəman Ramalingo. Məncə bu təxminən elə həmin Almeyda oxşar bir epizodda. O da komandasını məncə pis vəziyyətdə qoydu. Yəni 1-0 idi. Ola bilsin mübarizə apara biləcəkdilər, amma azlıqda artıq demək olar ki, şans qalmadı. Özdə yəni heç nədən də, yəni elə bir epizodda gərək emosiyaları
belə təcrübəli oyunçu cilovlaya bilməlidir. Adını çəkdiyiniz bütün futbolçuları qəhrəman və anti-qəhrəman obrazında görə bilirəm. Bol idi, tur elə bir. Bol idi, bəli. Hətta mən bura çətinlik çəkmədi. Hərdən çox çətinlik çəkdi. Çox çətinlik çəkirsən, xüsusən də anti-qəhrəmanda çətinlik çəkirsən. Nə baxımdan kimi seçəsən ki, haqsızlıq, ədalətsizlik olmasın. Qəhrəmanı seçəndə də seçim çox olur. İndiki vəziyyətdə də mənzərə eynidir. Sinenkanı məsələn qeyd edə bilərəm ki, imişli də qəhrəmanlığa layiqdir. Sambu 2 qol vurub komandasının qələbəsində pay sahibi var. Onu qeyd eləmək olar. David Volkovun 3 qolu var. Xəyalın 3 qolu var. Ya bu siyahını bir qədər də genişləndirmək olar. Araz Naxçıvanın yeganə qələbə qolunun müəllifini də qeyd edə bilərik. Sadəcə olaraq mən burada Musa Qurbanlının adını çəkəcəm və turun qəhrəmanı mənim üçün Musa Qurbanlıdır. Çünki Quba Olimpiya kompleksinin meydançası o vəziyyətdə ola-ola, komandası azlıqda ola-ola komandasına qələbə qolunu vurur və çempionluq intriqasını saxlayır. Düzdür, bu intriqa indiki vəziyyətdə xal fərqinin 6-ya, 7-yə çatması ilə öləcəyini düşünmürəm. Amma ən azından bu komandanın ab-havasına müsbət təsir edəcək. Bəli. Anti-qəhrəmana gəlincə, əslində burada da bir neçə qırmızı vərəq alan futbolçuların adını çəkmək olardı. Amma iki dilema arasında qaldığım üçün mən burada Sumqayıtın baş məşqçisi Saşa İliçin adını çəkəcəm. Çünki bilmirəm mənimlə razılaşarsınız ya yox. Çünki Sumqayıtın son 2 oyunda həm Zirə ilə oyunda, həm Araz Naxçıvanla məğlubiyyətində, son 2 oyunda məğlubiyyət yaşaması Sumqayıtın. Düşünürəm ki, Saşa İliçin nələrisə doğru etmədiyini və bu nələrin doğru etmədiyini biz bundan əvvəlki off-topda da turun müzakirəsində, bu off-topda da yuxarı-aşağı bir neçə detallara toxunduq. Ona görə anti-qəhrəmanım Saşa İliçdir. Düşünürəm, mənim anti-qəhrəman seçimimdən sonra Saşa İliç papağını qabağına qoyub düşünəcək ki, Sumqayıtda nələrsə dəyişsin. 100% dəyişəcək ümid eləyirik. Bütün komandalarımıza uğurlar arzu eləyirik. Əziz dostlar, əziz həmkarlar, çox sağ olun. Ən azından mənim üçün çox maraqlı bir söhbət oldu və ümid eləyirəm ki, tamaşaçılarımız üçün də maraqlı bir podkast təşkil edə bildik. Yavaş-yavaş sağollaşırıq. Amma biz 4-cü gün görüşəcəyik. Bəli, cümə axşamı. Tamaşaçılarımızla cümə axşamı və 3-cü gün bizim təmsilçimiz Qarabağ Newcastle-la qarşılaşacaq. Təmsilçimizə uğurlar arzu eləyirik. Çox uzaqda deyil, sabah. Sabah, bəli. Ümid eləyirik ki, yaxşı nəticə əldə eləyərik, amma nəticənin nə olmağından asılı olmayaraq Qarabağ onsuz da bu Çempionlar Liqasında çox möhtəşəm bir nəticə əldə eləyib. Bu oyunda da bir daha komandamıza, təmsilçimizə uğurlar arzu edirik. Mən də öz növbəmdə Qarabağ uğurlar arzu edirəm. Həftənin 3-cü günü Qarabağın oyununda uğurlar arzu edirəm və inanıram ki, sərfəli nəticə əldə edəcək. Qələbə qazansın istəyirəm bu öz yerində və bizi izləyən dostlara demək istəyirəm ki, harada izləməyinizdən asılı olmayaraq fikirlərinizi şərhlərdə gözləyirik. Bizi İctimai Televiziyanın YouTube kanalında izləmə imkanınız var bütöv şəkildə. Eyni zamanda Facebook Top səhifəsini izləyərək orada da mütəmadi olaraq paylaşımlarınıza, reaksiyalarınızı verə bilərsiniz. Mən də Qarabağa uğurlar arzulayıram, sizə təşəkkür bildirirəm, tamaşaçılarımıza minnətdarlığımızı bildiririk, özünüzdən müğayət olun, əsas can sağlığı. Sağ olun. Hələlik.